Ondan sonra bir də baxarıq. Müəllim, bundan sonraki kodun yazmıyorsunuz. Yazmayayım. Müəllim, kodun yazanda sonra pişman olurum. Sizin dediğiniz söz düz çıxır diye. Həmişə asan deyirsiniz, amma həmişə çətin olur. Asandır. Baxın indi yəni. Yəni nəcəbsə egzamon həqiqətən eləymiş. N K'mız var, massivimiz var. Baxın uşaqlar. Sort atdım mən bu massivə. Sortdandı, düzdür? Artıq kiçikdən böyüyə doğru düzülüb. Mən K dənə süper gücümü hara istifadə edəcəm? K dənə ən böyüyə, düzdür? Mən onda formu sıfırdan n-K'ya qədər aparıram. Çünki mənə oradakı böyüklər artıq maraqlı deyil. Mənə maraqlı olan prosta burada K hara getdi o sual? K n-dən böyük ola bilərmi? Buna diqqət edirik. Ola bilər. Onun üçün onda n-K'ya qədər aparmırıq. Okay, gəlin belə eləyək onda. Müəllim, sual verə bilərəm. Verə bilərsən. Müəllim, niyə forun içində n-lə k-nı sin elədik? Onu söyləməmişdik. Mən A-yı yazmaq istəyirdim. Bağışlayın. Bir saniyə, mən bura belə yazacağım. Okay. Bu biraz başınızı qarışdırmış ola bilər. Yox. Baxın, belə bir şey ola bilər. Bax, bir dənə n-K'ya qədər for aparıb cəmləməyə hamı başa düşür. Bir saniyə, bunu yazım, ondan sonra onu düzəldərik. Baxın, sualın həlli sadəcə bu olmalıdır ki, mən n-K'ya qədər formu aparıram və A-ləri cəmləyirəm sadəcəsində. Çünki, məsələn, 1, 4, 5 idi. Lap deyə mənim 2 dənə süper gücüm var. Mənə ancaq hansı da maraqlıdır bunlardan? 4, 5-lər maraqlı, yoxsa 1 maraqlıdır? Mənim 4-5 daha maraqlıdır da böyük olduğu. Yox. Sənə bu ədədlərin neçə olduğunun heç bir önəmi yoxdur. Sən zaten buna süper gücünü istifadə edib sıfır eləyəsən. Sənə və burada nə isə saymayasan. Sənin əsas saydığın şey, bax, bu 4-5-ləri zaten öldürürsən. Amma bu 1 üçün atak eləməlisən sən. Sənin üçün o atakların sayı önəmlidir. Ona görə sənin üçün buradakı 1 daha önəmli olur. Müəllim, yəni minimum sayı bizə kifayət eləyir də. Ay sağ ol, onu demək istəyirəm. Yəni, bu uşaqlar, bunlar sadəcə elə bil ki, düşünün, vizual olaraq varlar da. Yəni, mənə o rəqəmin neçə olduğu maraqlı deyil. Mən zaten bunu gedib sıfır eləyirəm. Və o sıfır eləyəndə mən elə bil atak istifadə eləmirəm də, sadəcə süper gücümü istifadə edirəm. Saymalı lazım olduğum bir şey yoxdur. Ona görə n-K'ya qədər gedirəm ki, K dənə ən böyüyü mən götürməyəcəm, yerdə qalanını isə götürəcəm və onları cəmləyəcəm. Bura qədər hamıya aydındır. Bəli, müəllim. Digərləri. Bəli. Sual sorsun. Salih, Murad. Burada olduğunuza dair hər hansısa bir səs və yaxud da mesaj çıxarda bilərsiniz. Yox ki. İndi uşaqlar, bu n-K'da səhvlik olacaq. Çünki K bəzi hallarda n-dən daha böyük olacaq. Yəni, məsələn. Müəllim, indi gəlir səsim. İndi uşaqlar, mən 3-5-ə qədər aparsam, əslində yenə də heç nə olmayacaq. Çünki formus hərəkət eləyə bilmir. Heç baxmamızın mənası yox imiş. Okay. Dinən Əkbər. Müəllim, məncə swap eləyəcək də. Yox, ehtiyac yoxdur. Bax. Çünki belə olsa belə 3-5 neçə eləyəcək? Mənfi 2. Mənfi 2. Bu for hərəkət eləyə bilər bu halda. 0 mənfi. Mənfiyə kimi for eləyəmirəm. Eləyə bilmir, hə. Xeyr, müəllim. Məqsəd odur ki, biz sıfırdan başlayırıq və sıfırda bu mənfi 2-dən böyük olduğu üçün bu şərt ödənmədiyi üçün zaten forun içinə girə bilmir.
Yəni ona görə belə qalmağı zaten bizə kifayətdir. Və sualın həlli bu idi. B sualı. Yüzlü onluq təklik kimi. R vurulsun 100, G vurulsun 10, B vurulsun 1. A plus M plus S. Bu nə deməkdir Murad? Y böl 4 nə deməkdir ifin içində? Biz ədədin 4-ə bölünüb bölünmədiyini belə yoxlayırıq, yoxsa belə yoxlayırıq? Bunun qalığı 0 olarsa. Sən burada sadəcə demisən ki, y-ni 4-ə böl. Yəni bu nəyə şərt oldu? Bizim əsas şərtimiz nədir? 4-ə bölünməsindən alınan qalığın 0 olmağıdır. Biz bunu yazmalıydıq ifin içinə. Sən bunu yazmasan yoxlaya bilmərsən. Bir ədəd 4-ə qalıqsız bölünür, yoxsa yox. Aydındır? C sualı, bu da asan suallardan biri idi. Deyir ki, A ilə B-nin arasında... 5 rəqəmlidir deyə. Aha, 5 rəqəmli olmağı sizin üçün daha rahat olubdur. Sizə deyir ki, sadəcə A ilə B-nin arasında hansı 5 rəqəmli ədədlər palindrom ədədlərdir? Demək olar ki, eyni şeydir. Bəli. Bu nədir? Yəni çox məntiqsiz bir şəkildə mən heç vaxt forun içində LL-i1 bərabərdir nəsə yazmıram. Müəllim, mən 1-1 eləmişim mənə. Bir-bir eləmək. Müəllim, mən 1-1 eləmişim. O da var, fərqi yoxdur var. Yəni bu şeylər... Mən də belə yazmışam müəllim. Okey, hə, məntiqlidir. Hə, hamısını yoxlamaya ehtiyac yox, düzdür. Zaten ortadakı nə ilə heç Mən də müqayisə belə edəsən. yazmışam. Düzdür. Elə mən də elə elədim. 2 ilə 4, 1 ilə Baxın 5 suala. belə tez yazdım. 5 rəqəmli ədədin palindrom olmağı üçün, xüsusən də Salih Murad siz yazmamısınız. 5 rəqəmli ədədin palindrom olmağı üçün bu rəqəmlər bərabər olmalıdır və bu ikisi bərabər olmalıdır. Bu ortadakı mənim üçün önəmi yoxdur. Ortadakı nə olarsa olsun zaten palindrom olacaq əgər bu ikisi iki halda ödənərsə. Onda Müəllim, mən həmişə palindrom sualları yazanda ilk ilə sonuncu rəqəm yoxlayıram, ona görə səhv çıxır. Bu 2 ilə 4-cü rəqəmi yoxlamıram. yoxla da. Yəni o palindrom Həmişə yadımdan çıxır o. yox, palindromda orada yaddan çıxacaq bir şey yoxdur axı Salih. Palindrom Mən fərqli. 1 ilə elə bir ki 5 yoxlayıram, 2 ilə 4-ü yoxlamıram. Sən hər dəfəsində yoxlamamalısan axı. Bəlkə sən həqiqətən də 1 ilə 3-ü yoxlamaq lazımdır. Yəni bu rəqəmdən rəqəmə dəyişə biləcək bir şeydir. 5 rəqəmdə belədir, 3 rəqəmdə daha fərqli olacaq. Yəni spesifik olaraq palindrom ədədin yoxlama qaydası belə deyil ki, 1 ilə 5-i yoxla, 2 ilə 4-ü. Hə, bəli. Yəni bu standart bir şey deyil. Sualdan suala dəyişə biləcək bir şeydir. Və yaxud da bizə heç bir rəqəmli demirsə, vektor atıb vektorda da yoxlaya bilərik. Yəni çoxlu bunun yoxlamaq üsulları var. Bizim indi əsas eləmək olduğumuz 1 ilə 5-ci yerdə duranları və 2 ilə 4-cü yerdə duranları yoxlamaq idi. Və mən buradakı ədədləri zaten tapa bilirəm. Əvvəlki şeylərimizə əsasən, yəni milli mərtəbəsində tapa bilirəm, 100 milli mərtəbəsində. Ona görə gedib bir-bir məsələni tapırıq. Yoxlayırıq ki, sadəcə x buna bərabərdirsə, yəni bu ikisi bir-birinə bərabərdirsə və bu ikisi də bir-birinə bərabərdirsə, onda sayı artır və çıxışa verir. Oldu müəllim. Başa düşdüm. Okay. Gələk D sualına, 0 adamın yazdığı sual. Müəllim, axır ki o mənalı bal aldığım suala gəldi. Bu arada sualın şərtini bilmirəm. Müəllim, ilk dəfədir mənalı bal almışam. Mən 50% aldım. Mən bu sualı mən qoymuşam. Yəni sualın tərcümə, yəni şeyini oxumamışam. Sualı ilk Müəllim, dəfə ümumi olaraq planın deyə bilərəm. Elə bil ki, deyir ki, birinci ədəd mütləq bizim şərtimizi ödəyir. Və mən belə başa düşdüm ki, birinci ədəddən böyüklərini götürməliyik. Oradan getdim. Okey.
Çoxsu şərti ödəyir. Sadəcə ikinci nümunəni heç anlamadım müəllim. Niyə 3 verir? İkincidə elə bil 2 verməlidir, amma 3 veribdi. Bəli müəllim. Eyni. Mən də elə ona görə. Bir saniyə. First, third and fourth. Okay, bu da olar. Əkbər məncə mənim düşündüyüm kimi düşünübdü. Bir Bəli saniyə. müəllim. Elə bil birincidən böyük ədədləri götürmüşəm də. Bir saniyə. Müəllim, əslində set atmaq istəyirdim, amma o ikinci nümunəyə görə atmadım. Bir saniyə, bir də oxuyaq. Səbirli olun, sağ olun. Biz mən düz. Zəhləm gedir bir sual baş düşməyəndə. Sual anlamaq öz əslində sualın yarısını yazmaq da uşaqlar. Yəni sual anlamaqda çətinlik olmaq dəhşət pis bir şeydir. Mənim olimpiada vaxtı var idi, hələ də indi də Müəllim, davam edir. testdə heç bir sual anlamıram yəni. Şərtlərini Çox də. sual oxumaq lazımdır. Yəni məsələn mən olimpiada vaxtı çətinlik var idi, amma nisbətən daha az idi. Çünki çox sual oxuyurdum, yəni çox sual görürdüm. İndi bu aralar daha az işləyirəm deyə təsir göstərir adıma. Ki inci yerdəki şeyi ancaq o vaxt görürük ki, H1 də H2-dən kiçik olsun. Yəni o Müəllim, bütün qrupun məncə zəhləsi gedir belə sualdan. HI, AI filan. Həmişə bu suallarda şərtini anlaya bilmirik. okey. Bir saniyə, deyəsən bildim. Özdə müəllim sonralar belə sualları çoxaldı. Yo, müəllim bizim inadımıza bu qədər çətin Yaxşıdır suallar. da. Müəllim, yaxşı deyə yaxşı olmasın, amma sonra da pis yazanda deyirsiniz ki, niyə bu nəticədir? İndi güya siz bu sualı yazmamanızın səbəbi bu sualı yaxşı keçdim. O birləri niyə yazmamısınız? Yaxşıdır bu sual Müəllim, Y sual da çətin idi axı. Y da çətin idi. yox da, yəni bu çox asan idi. Nə yazsam idi? Mənim yerin koduna baxın görün mən neçə bal almışam. 4 bal almısan? Mənim yerdən görün nə qədər bal almışam. Mən məntiqsiz şey eləmişəm həyatımda. Amma yenə də 4 bal verib. Mən bu sualın şərtini xoşum gəlmədi. Bu sualı heç mən qoyduğumu xatırlamıram. Bu sual səhvən Müəllim, düşüb. elə qısacası deyin də, yəni mən elə belə deyim müəllim. Elə bil birinci ədəddən böyükləri götürməliyik. Yoxsa mənə o balı verməzdi yəni. Əgər planımı bilməsəydim. Bizim xeyrimizə Sizin xeyrinizə sayın. sayılır. Bizim xeyrimizə sayılır. Uşaqlar, siz bilirdiniz ki, RFO-dan olimpiyada, informatikadan olimpiyadaya gedilənlər bir dənə əlavə fəndə götürə bilər özünə. Bəli. Mən təzə öyrəndim onu. Riyaziyyatı götürərsiniz, adətən elə eləyir uşaqlar. Müəllim, özümüzlə qürur duyarıq ki, başqaları sadəcə bir fən götürə bilir, biz iki. İnformatikanı hər adam götürə bilir. Yəni informatikanı istənilən olimpiyadaya gedən götürə bilir. Müəllim, məncə amma hər adam öyrənə bilmir. Amma şeydə, yəni məsələn, orada qeydiyyatdan keçəndə belə eləyirsiniz. Birinci riyaziyyatı seçirsiniz, sonra informatikanı seçirsiniz. Çünki birinci informatikanı seçəndə başqa şey seçə bilmirsiniz. Orada ardıcıllıqlar var. Bilmirəm dəyişiblər, dəyişməyiblər. Amma əməl olan vaxt elə idi. Okay, bu suala qayıdarıq. Mən sizdə şey eləyəndə heç olur ki, nə olur? Mən az dilini götürərdim, amma az dili orada çətin olur. Olur az dili, amma çətin olur, düzdür. Çünki əgər ədəbiyyat çox oxumursansa, yəni çox əsər falan oxumamısansa, çox çətin olacaq. Yəni ancaq ana dili, Ədəbiyyat harda susmuruq. ana dili ədəbiyyat olur. Yəni çoxlu əsərlərdən falan düşür, ona görə ana dili çətindir.
Yəni fizikaya marağınız varsa fizikaya gedə bilərsiniz. Fizikada yaxşıdır və yaxud da riyaziyyata da gedə bilərsiniz. Mən fizika çətin olur. Çətin olur, amma rəqabət orada nisbətən daha aşağıdır, çünki wow bilən insanlar azdır. Yəni az deyil, var, amma Heç kim əsl məni fizikaya getmək istəmir demək olar. Yəni şeydir, məsələn informatikada rəqabət çox-çox yüksəkdir yəni. Ayda Okey. müəllim. Deməyin də, qorxuram. Siz hazırsa kaptan medal alsaz, Erefondan alasınız. Azərsi kaptan, Allahın heç bir balını alsam, özümə şükür eləyəcəm finalda. Yəni təsəvvür eləyin ki, o qədər çətin olub ki, uşaqların 30-cu yerdəki uşağın sadəcə bir düzü olub da. Yaxşıdır da. Bir düzünə medal al. Müəllim, o məsələ odur da, çox çətin olduğunu göstərir. Əl eləməyin də, o bilmək olmur da necə olacaq. Cavidan bir bu sualdan 9 bal alsan, birini də düz yazsan 109 keçmirsən axı. Okey, uşaqlar. Nə qədər sualı qalsın, mən buna sizə indi bəlkə tapşırıq verdim. Tapşırıq verən vaxtı baxaram təzədən şərtinə. Müəllim, Gəlin çox dərsə şərti, həqqi. mən xoşum gəlmir ondan. Lazım deyil. Özümüz taparıq. Baxın, deməli burada Y sualına deyir ki, 1-dən K-ya qədər ədədlərin cəmi N-ə bərabərdir. Bizə N-ə ədədini verir. Sən deyir ki, yox, daha doğrusu hədə tərs düz deyirəm də. Yoxsa K-nı, N-i verir, K-nı axtarır. Yəni məsələn deyir ki, ədədlərin cəmi 3-ə bərabərdir. 1-dən neçəyə qədər ədədlərin cəmi 3-ə bərabərdir? Belə soruşur bizdən. Bunu düstur falan da çıxardıb yaza bilərdiniz. Amma ən asan yolu forla gedib bir-bir cəmləyib, hansı ədəddə bərabər olsa, həmin i-ni çıxışa vermək idi bu sualın. Müəllim, düsturla yaza bilərsiniz. Mən düsturla fikirləşirdim, başım dəhşət oldu. Bunu yazın. Hələ onu deyəcəkdim. Burada tapa bilməmə ehtimalımız da var da, düzdür? Aha. Okey. Sərhəd qoymuram hələ ki. Biz nəyə əsasən indi break eləyəcəyimizi deyəcəyik. Baxın, deməli mən hər dəfə cəmin üzərinə i-ni gələcəm. Birinci deyəcəm ki, cəm əgər n-ə bərabər olarsa, sən onda siyahıta i-ni ver və return 0 elə. Çünki mən istədiyim k-nı tapdım artıq. Demək ki, 1-dən bu i-yə qədər olan ədədlərin cəmi k-ya bərabər imiş. Və uşaqlar, bir dənə də bir şey yoxlayırıq ki, əgər cəm n-dən böyüdürsə, onda break elə. Artıq bu cəm get-gedə böyüyür. Break elə deyəndə daha doğrusu elə siyahıta burada -1 versin. Heç dövr eləməsin bir də. Çünki niyə -1 veririk? Əgər mən bura qədər cəmlədim, bunların heç birində n-ə bərabər olmadısa və artıq n-dən böyük olmağa başlayıbsa bu cəm, artıq bu cəmin heç vaxt n-ə bərabər olma ehtimalı qalmayıb. Ona görə cavabımız da -1-dir. Sualın həlli buydu uşaqlar. Aydın oldu uşaqlar bu sual? Bəli, müəllim. Bəli, müəllim. Okey, düstur kimi heç yoxlamamışam, amma gəlin çıxartmağa çalışaq. Normalda 1-dən k-ya qədər ədədlərin cəmi nədir? K vurulsun, k plus 1 bölünsün 2, düzdür? Diskriminantı falan gedəcək. Siz diskriminant bilirsiniz? Mənim Məncə bir diskriminant. diskriminant. Təbii ki də yox. Məncə də təbii ki yox. Müəllim, indidən öyrədin də, onun sınıfını öyrənək. Zaten bu hissəsi ədədi olacaq. Ehtiyac yoxdur. Yəni Müəllim, sizdə də Ləzzət müəllim olmaz. Amma məncə də. Mən çünki
Diskriminasiya demirəm, diskriminant deyirəm. Diskriminant da budur. Ay müəllim, parabola zad lazım deyil. Kvadrat Mən tənliyin diskriminasiya şeydən nəsə polis nəsə türmə Of. zad nəsə elə şey oxşar. Müəllim, kvadrat bu tənliyin gün həll imtahandaydım. Uşaq belə şey yazdı. bu kvadrat tənliyi həll eləməyin üsuludur uşaqlar. Yəni məsələn sizə belə bir kvadrat tənliyi Ay ya verilsə, müəllim, bilirəm, çaşdım, bilirəm müəllim bunu. budur məsələn uşaqlar. Altında məsəl, kvadrat. bilirəm müəllim. Aha. Müəllim, Bu- yaxşı ki, bizim məktəbdə riyaziyyat müəlliməsi 8-ci sinifin mövzularını əvvəlcədən öyrənib. Yəni bu diskriminantdır. Diskriminantı tapandan sonra gedib bu x-lər nədirsə onu tapa bilirsiniz buna əsasən. Məncə 8-ci sinifdə keçirilir bu. 8-də görərsiniz. Bəli müəllim, 8-ci Amma sinif. ehtiyac yox idi yəni bu sual üçün. Zaten bayaqki görməsəz olmaz. Siz nətər riyaziyyat sevirdiniz? Onu sizə görməlisən də canım. 2 aydan sonra görəsən. Exam 9. Murad, Exam 9-u niyə yazmamısan? Hə Murad, Exam 9 niyə yazılmayıb? Vaxt qalmayıb. Niyə qalmayıb? Yaxşı, eyb yox. Okey. A sualı heç B-dən başlayaq. Uşaqlar, baxın, bu şeyi deyirəm, deyəcəm, həmişə də deməli olacam. Bu nə ana dili hazırlığıdır, nə riyaziyyat hazırlığıdır. Yəni ev tapşırıqlarının nəsə olmağı, nəyəsə vaxt çatmamanıza səbəb ola bilmir. Yəni bu elə bir şeydir ki, ev tapşırığını qutarandan sonra qurtarmır da işiniz uşaqlar. Siz özünüz də davam eləməlisiniz əslində. Yəni o vaxt necəsə yaranır gün ərzində. Siz günün 24 saatı dolu olmursunuz. Yəni bunu nə desəniz, nə işiniz olsa da, nə hazırlığınız olsa da, orada gün Müəllim, ərzində olur axı ortalama 8-9 saat yatırıqsa, qalan 16 saatdan da hardasa 15 saatında qonaq gəlir, 1 saat qalır. hər gün də qonaq gəlir ha evə. Müəllim, həqiqətənmi? Bir dəfə Yaxşı, qonaq gəlmişdi. Baxın uşaqlar, qonaq gəldi. Xoş gəlib. Səfa gətiribdi. Qonaqla oturduq. Qonaqla bütün gün oturub söhbət eləmirsiniz ki. Elə bir telefona baxırsınız evdə olanda. Bax o telefona baxdığınız vaxtı mən saydım tutaq ki, bax 1-2 saat o telefona gedirəm, bir vaxt var orada. Qonaq evdə olurlar. O 1-2 saatı başqa cür istifadə etmək olur. Demirəm bütün günü kod yazın, amma yəni bu qədər də az Müəllim, yazmayın. həqiqətən deyirəm, keçən dəfə qonaq gəlmişdi, səhər yeməyinə gəlmişdilər, axşam getdilər və axşama kimi ancaq çöldə olmuş. Okey də, yəni bu bir gün. Okey, bir gün keçdi. Mən ümumən danışıram. Yəni hər dərsdən dərsə 3 gün. Ümumən, yəni vaxt ayırıram da. Yox, Sağ ol. uşaqlar kiməsə spesifik olaraq demirəm bu şeyi. Ümumi sadəcə hər dərs xatırlatma kimi vəzifə duyuram özümdə. Ona görə hər dərs xatırladıram. Bəlkə biraz daha çox effortu artırmanıza səbəb ola bilərəm, çaşaraq səbəb ola bilərəm buna. Yəni Amma mümkün bəlkə- deyil. Effortumuzu artıra bilməliyik. Çünki suallar çətinləşdikcə insanın eləmək hissi getir. Okey. Bu suala baxaq. Bu sualda deyirdi ki, boşluqları silməlisiniz. Yəni məsələn burada 1 2 dənə boşluq var məsələn. Siz bunun ancaq birini saxlamalısınız. Yəni elə bir boşluqlar qalmalıdır. Burada artıq boşluqları silməliyik. Denən Cəmil. Sual tanış gəlir. Sual tanış gələ bilər, çünki hansısa ev tapşırığında olub bu sual, string tapşırıqlarının birində. Müəllim, robotumuzu dəyişmisiniz. Robot nədir? Bütün robotu dəyişib müəllim. Nəyin dəyişib? Bütün robotu. Bu robot. Xeyr müəllim. Azərsel Kap 2
Bu Bəli, müəllim, bu. da özü dəyişib yəqin ki. Mən o avtomatik özü dəyişir gündən bir, həmişə görürəm. Yaxşında icazə dəyişmə. Gözləyin, icazə verməyəkdən. Mənim çox qəribədir ki, Tuncayda da, Amində də, bizdə də hamımızda eyni robotdur. Deyəsə Azərsel qapısı götürüb. Bir saniyə. Məndə mavi robotdur. Ayda müəllim yoxdur. Bəli. Belə amma bax, Ümumən robot yox. hə indiki. Ayda. Bax burada Azərselin loqosunu da Azərselin loqosunu tanıyarıq da məncə. Yəni yadımızda salaq hər dəfəsindən xatırlayaq. Gələn il RF olacaq o Müəllim, bu inşallah. da bizə deyir Hə, o ki, səhv buna olub çatmaq verəcəklər. üçün sual işləmə. Bəli. Bu sualda uşaqlar, deməli nə edəcəyik o boşluqları silmək üçün? Birinci mən deyəcəm ki, əgər SI boşluğa bərabərdirsə, sən get birinci bunu çıxışa ver. Amma soram neyini? Mən artıq o digər lazımsız boşluqlardan qurtulmalıyam, düzdür? Ona görə deyirəm ki, nə vaxta qədər ki SI boşluğa bərabərdirsə, sən i-ni burada artıra get. Yəni davam eləsin. Bu nə vaxt gəlib dayanacaq? Hansı i də dayanmış olacaq? O i-də ki, artıq həmin baxdığım i heç bir boşluğa bərabər deyil. Ona görə burada i-ni artırmağa davam edirik. Əks halda isə mən nə etməliyəm? Məsələn, hərfdirsə, bu hərfi zaten gedib çıxışa verməliyəm, düzdür? Ona görə bunun else halında da gedirəm elə siyahıta, sadəcə s-ni verirəm. Burada da bu sualın həlli bitmiş olur. Hardadır sualımız? Sualımızı itirdik. Sualımız burada. B sual. Məsələn, run eləyək. İlk boşluğu vermədi Müəllim, çıxışa. K hərfi getdi. K hərfi getdi. Hara getdi K hərfi? K Bəli, buradadır. müəllim, sildi. H hardadır bəs? Bu y niyə burada? Son kaynanır. Okay, bir saniyə. SI əgər boşluğa bərabərdirsə, nə vaxta qədər ki SI boşluqdursa, biz də i-ni artıra gedirik. Okay, bəs niyə bu belə elədi? Bir saniyə. Bu stringi bir də kopyalayayım. Bəlkə tam kopyalamamışsın. İndi d da getdi. Müəllim, online ciddi. Azala itirə davam edirik. Okay, bir Müəllim, saniyə. indi K da gedəcək, Y qaldı. Siyahut S-ni verdi. Amma məsələn, buradakı boşluq verdi, tutaq ki. Verəndən sonra deyirəm ki, sən nə vaxta qədər ki o i boşluğa Müəllim, bərabər. böyük ihtimal hərflərdə silir özündən. Çünki bu bura gələndə i-ni bir Bəli, vayda bəli, olur. müəllim. Düzdür. Onda i-ni çıxanda bir dənə də minus eləyək. Gördünüz necə yanaşdıqsa. Hər suala düzgün lazım. Bu sualda o niyə elə bir şey verirdi? Məsələn, bu i gedirdi. Məsələn, buradakı boşluqlar var idi. Bu i bu boşluqları keçirdi, gəlirdi dayanırdı d-nin olduğu ünvanda. Yəni bu i hal-hazırda d-nin indeksini göstərir məsələn. Bu gəlirdi dövr eləyirdi bura girəndə. Bura girəndə i-ni 1 vaytda artırırdı. Ona görə çıxanda i-ni 1 vayda azaldıram ki, yəni sən elə bil ki, D-dən bir dənə əvvəldə ol da, başa düşdünüz? Elə bil oradan başlasın fırlanmağa. Ya da elə i++ eləyib də eləyə bilərdi, amma bu həll qalsın elə.
Aydın oldu necə elədi uşaqlar? Bəli, müəllim. Siz necə yazmısınız? Okey, sən Mən SC+1-dən başlatmısan. Okey, bildim. Hamısı da mən SC+1-dən başladı. Bu daha fərqli yanaşmadı. Okey. Hə, denəcəm. mən Əkbərin yazdığı kimi bağlamaq olar. Yəni belə. Yox. Belə də almaq olmaz. Müəllim, elə belə verin, bax, xahiş edirəm. Denən Cavidən indi. Yəni sözünü kəsmişdir Cəmil ona görə deyil. Hə. Hə, o extensiondur. Yəni Windows-da bilmirəm belə bir extension var yox. Yəni sonradan yüklənən bir şey. Messi deyə bir şey var. Bilmirəm şeydə var yoxsa yoxdur. Elə bir internetə yazıb baxarsınız. Amma şeydə də olmalıdır. Məncə clipboard meneceri olmalıdır sizdə. Sizin orijinal kompüteriniz olmalı idi. Müəllim, Bəli. əgər məsələn imtahan hardasa, hansı universitetdə olsa, oranın müəllimlərinə götürürlər nəzarətçi olaraq. Olur. Bunu bir dənə yoxlayarsınız da görün olur. Nəzarətçi olaraq oranın müəllimlərini götürürlər. Yox, adətən olimpiyadatçılar olur nəzarətçi olaraq, amma AZS-Kapda bilmirəm. RFO-da elə olurdu. Mənim Müəllim, dediyin AZS nə deyir? kapı adada olsa, bəlkə siz bizim nəzarətçimiz olar. Ola bilər. Yəni alınsa gələcəm. Müəllim olur məndə. Məndə olur. Hə, okey. Alınsa gələrəm, yəni problem deyil elə bir şey. Prosta yəni orada niyə Müəllim, gəlmək yox, bizim sinifə nəzarətçi düşəsiz. Özdə hamımız eyni sinifə. Düzdür, o elə bir ehtimal hardasa 1%-dir. bəli. Okey, C sualına nə deyir? C sualına hə, deyəsən emoji olan yerdə açılırdı. Nəysə boş ver. Deyir ki, burada elə maksimum x ədədin tap ki, həmin x ədədindən böyük olan ədədlərin sayı ən azı x dəfə olsun. Biraz qəribə səslənir. Aha, böyük bərabər. Gəlin burada baxaq. Belə bir massiv verilibdir bizə. Məsələn, elementlər ki, hansı ki, sıfırdan daha böyükdür, 3 dənədir. Elementlər hansı ki, birdən daha böyükdür, o da 3 dəfədir. Elementlər hansı ki, 2-dən daha böyükdür, o bir dənədir. Mənim son şərtini anlamaq olmur. Mən anladım, prosta biraz sual şərtin Mən zəhləm yerə belə suallardan, məsələn, hansısa bir elementdən böyük olmamaq şərti ilə falan. Baxın uşaq, bizə deyir ki, massiv verilir bizə. Məsələn, massiv olsun belə bir şey. Bizə deyir ki, siz elə bir x-i tapın ki, həmin x-dən böyük bərabər olan a-ilərin sayı ən azı x qədər olsun. Ən azı x qədər olsun. Məsələn, gəlin baxaq. X-lərdə özü deyir ki, mənfi olmayan x-lər. Yəni, sıfırdan başlayaraq yuxarıya doğru gedir. Və bizə minimum, daha doğrusu maksimumu tapmağımızı istəyir. Baxın, məsələn, x sıfırdan başlayır, düzdür? Sıfırdan böyük neçə dənə element var burada? 5 dənə. 5 dənə. Bu şərtimizi ödəyir, düzdür? Çünki ən azı 0 dənə var. Bu şərtimizi ödəyən ədədlərdən biri. Birdən böyük neçə dənə element var? Birdən böyük bərabər. O da 5 dənədir, düzdür uşaqlar? Birdən böyük bərabər 5 dənə element var. Bu da ən azı x qədər gəlibdir, məsələn. 2-dən böyük bərabər neçə dənədir? 4 dənə. Bu da okeydir, çünki ən azı 2 dəfə olubdur. Yəni, başa düşdünüz? Elə bir ki, elə bir x tapacağıq ki,
Ondan böyük bərabər olan elementlərin sayı ən azı x qədər olsun, ondan az olmasın. Neyniyə bilərik sizcə? Niyə sual şərti belədir? X-dən böyük olan, böyük bərabər olmayan elementlərin x qədər olsun. Ən azı x qədər rastlasın da. Yəni bax səndən istəyir ki, x-dən sən hər hansısa bir x tap Mənim ki, x hardadır? Orada x verir özün ki. tapasan. Özün taparsan o x-i. Maksimum 1 x tapmalısan. O şərti ödəyə biləcək maksimum bir ədəd tapmalısan. Sənə o ədədi tapıb çıxışa verməyini istəyir. Ən az x. Bax, sənə massiv verilibdir. Deyir ki, sən elə bir müsbət x ədədi tapmalısan ki, müsbət x ədədi tapmalısan ki, həmin x-dən massivində böyük olan elementlərin sayı ən azı x qədər olsun. X-dən daha az olarsa bu mənim şərtimi ödəməyəcək artıq. Məsələn, Müəllim, başa Hə. düşdüm onda. bax məsələn, x-i 5 götürsəydik, 5-dən böyük bərabər neçə ədəd var burada? 0 müəllim. Bərabər bir dənə. Bu ən azı Ha, bəli. x-in ödədi, ödəmədi. Düzdür? Ona görə bu x mənim üçün şərtimi ödəyən bir x-lərdən biri deyil. Məsələn, 4 də ödəmir. 3 ödəyirmi şərtimizi? Üç şərtimizi ödəyir. X-i 3 götürsəm. Bəli müəllim. Okey. Demək ki, ən böyük x-imiz o idi. Artıq ondan böyük bir Müəllim, x-imiz yox. artıq belə başa düşdüm ki, massivin ortancıl ədədi kimi demək olar. Hər zaman olmur, düzdür. Məsələn, belə bir şey olsa olmayacaq. Məsələn, burada 12-ni götürsən, ödəməyəcək. Ona görə uşaqlar, belə bir şey eləyirik. Massivimizi götürək birinci. Müəllim, məncə ortancıl ədədi versəydim ən azından 50 bal verərdi. Niyə bala odaqlanır? Sənə ki, 100 ballıq 50 fikir ver. Müəllim, sualdan mən heç vaxt 100 bal ala bilmirəm. Olmaz, elə düşünmə. Elə düşünsən Yəni heç vaxt gözümü kökləmişəm də, yəni ancaq mən əgər bir sual, Nasarsan 2 çünki. dənə AK falan belə şeylər görmüşəmsə, o sualın heç inputunu da verə bilmirəm. olmadı, eləmə. Baxın uşaqlar, x-i hal-hazırda 0 olaraq götürürəm və bir dənə while true-da gedirəm. Deyirəm ki, mən gedim elə bir sayım massivimdə hal-hazırda x-dən böyük neçə dənə element var. Bir dənə say götürürəm burada. Əgər x a i-dən kiçik bərabər olarsa sayımı artır. Və bu say ən azı x qədər olarsa, bu mənim cavablarımdan biri olsun. Cavabımı hal-hazırda 0 olaraq qeyd edirəm və deyirəm ki, cavab bərabər olsun bu x-ə. Bu 7 hər dəfəsində belə x-lər tapdıqca cavabımı dəyişib həmin x-ə bərabər. Hər dəfədə x-i artıracam dövr elədikcə. Amma uşaqlar, əgər ki, məndə bunun əks halına düşərsə, artıq mən bundan sonra hər hansısa bir x-i tapa bilmərəm. Yəni, məsələn, belə deyim də uşaqlar. Mən əgər 5 üçün cavab tapmadımsa, 6 üçün tapmamın imkanı var? Xeyr müəllim. Yoxdur. Çünki ədədlər böyüdükcə cavabını tapmaq daha da Bəli, imkansız. çünki 5-dən böyük yoxdur. 5-dən Aha, böyük olmayacaq. yəni bir dənə qırılma nöqtəsi oldusa, ondan sonra cavabımı artıq heç vaxt tapa bilməyəcəm. Ona görə də həmin halda da break edirəm. Əks halda x artır-arta gedirəm. Sualın həlli buydu uşaqlar.
Müəllim, massivin içinə belə bir şey vermək olar. A n bölü 2 çıxılsın 1. Aha, ya da ki belə bir şey elə də. Məsələn, LL Müəllim, gördünüz də Cloudflare gördüm. xətası. Gördüm. Belə bir şey elə. N bölü 2 çıxılsın 1 elə. Böyük ehtimalla o da olar. Yəni birbaşa yazsan da olardı ya da belə eləməyin daha rahatdır məsələn. Eləmə də bunu eləmə. Mən bir neçə dəfə basanda düzəlir. Hə, biraz dirəşəndə də deyir ki, Həm, bəli müəllim. niyə demirsiniz müəllim? Bəs cavabı tapırıq, niyə çıxışa vermirik? Müəllim cavabı tapırıq niyə çıxır? Ayda, nə tezdir? Müəllim, niyə bu qədər qəribə sual tiplərinə baxırsınız? Məsələn, A, B, C, 409B. Niyə belə bir şey olsun ki adı? Kontestdən nömrəsi elədi də indi. Müəllim, bu çətin sualdır da. Yəni buna deməyin də. Yo, bu da asan sualdır. Mən bunun üçün yazdım Ayda. bu sualı. Bunun cavabı Halal Afərin. olsun Cavidan. Oha, bu nədir? Asan sualdır uşaqlar. Sizə hər dəfəsində 2 dənə string verir. Yox, demə bəlkə uşaqların ideyası olar, onlar deyər. Baxmışam həllinə. Mən də elə o üsulla deyəcəm. Baxın uşaqlar, hər dəfəsində bizə 2 dənə string verilir. Bu end-endin mənası odur ki, yadınızda while-la sualları işləyirdik. Sonda -1 gələndə break edirdik. Yəni daha input almırdıq da. While sin n edirdik yadınızda. Bu sualda elə bir şeydir. Hər dəfəsində 2 dənə string input eləyəcəyik. Və nə vaxt ki stringin inputları end olarsa, input eləməyi dayandıracağıq. Və uşaqlar, hər dəfəsində 2 dənə string gələndə deyir ki, bu 2 dənə stringdə hərflərin sayı eynidirmi? Yəni məsələn, ikisində də tutaq ki T var, T'lərin sayı ikisində də eynidirmi? Və yaxud da ikisində də Y var, Y-lərin sayı eynidirmi? Yəni bir sözlə deyir ki, bu iki string əslində bir-birinə bərabərdirmi? Nə olsun yerləri tərsinədir hərflərin? Mən bunları məsələn də kiçikdən böyüyə doğru düşsəm, bunların ikisi də bərabər olacaqmı? Yəni bu iki stringin elə bir içində olan şeylər bərabərdirmi bir-birinə? Eyni şeydənmi gəlibmi? Eləcə same sözün verəcəm. Case 1 bərabərdir same verəcəm. Əks halda isə case 2 different verəcəm məsələn. Case 2 1 nədir? Bu da inputların nömrələridir. Məsələn bu birinci inputdur. Ona görə case 1 yazırıq bura. İkinci olanda ikinci yazacağıq. Yəni stringlər fərqli olaraq olarsa different, eyni olarsa verəcəyik. Müəllim. Bəli. Ayda buradan bal ala bilərdim. ABC 3 hərfdir. ABBC o çox hərfdir deyə əgər hərf daha çoxdursa different ver. Hə, bu bal almağın yaxşı üsullarından biridir, amma yenə niyə bal almağa fokuslanırsan? Birinci 100 ballığı düşün. Ay müəllim, məndə 100 bal olmur heç vaxt. Amma Ən düzünü deyim başlasın. müəllim, cəhd göstərəndə almır. Bu nə rəqəmdir? Problemsda bir dənə 100 oxşuyur da elə bir. Müəllim, bir yanında 2 0. Aysa bir yanında 2 dənə sıfır. Sən müəllim 100 mən o sualda bir yanında 99 2 dənə görürəm. sıfır ala bilirsən. Xahiş edirəm, bundan sonra bir yanında 2 dənə sıfır olan ədədi al. Müəllim bahadır axı. Ala Baha bilmərəm. eyb yox. Mən düşün ki, unlimited pulum var. Mən həll eləyirəm pul məsələsi. Oldu müəllim. Uşaqlar, 2 dənə stringin biz bu sualı string yarışlarında işləmişik. Ola bilsin bu ümumi görsənir. Amma bu tərzdə bir şey işləmişik. 2 stringin bir-birinə bərabər olmağını yoxlamanın ən yaxşı yollarından biri hər ikisinə sort atmaqdır. Sartlamaq. Sortlasaydıq uşaqlar, hər ikisində hərflər kiçikdən böyüyə doğru düzüləcəkdi. Və bu iki string bir-birinə bərabər olarsa, stringlər demək ki, bərabər imiş. Əks halda bərabər deyilmiş. İşte, sualın həlli buydu uşaqlar.
İki dənə stringimiz var. While'da bunları sinirləyirik. Okay, burada bir case nömrəsi götürürəm. X bərabərdir 1-ə. Birinci hər ikisini sortlayıram. S begin-dən SN-də. Sort S1 begin-dən S1 N-də. Əgər S ilə S1 bir-birinə bərabərdirsə, cout-a versin ki, case X same end line. Və burada bir dənə if yoxlayaq ki, S də N-də bərabərdirsə, and S1 də N-də bərabərdirsə, break elə. Yəni, dayanmalıyam artıq. Əks halda da cout-a verəcəydiniz ki, case X different. Bundan sualınız bitəcəkdir uşaqlar. Və X-i də hər dəfəsində artıracaqsınız ki, case-lərin nömrəsi dəyişə-dəyişə geçsin. Burada əsas tutmalı olduğunuz şey bu ikisində sortlanmaq idi. Ama tutandan sonra sualın ardı gəlirdi. Bu əslində asan sual idi. Y sualda asan suallardan biridir. Deyir ki, siz hər hansısa 2 dənə məhsulu alanda, üçüncüsü sizə pulsuz verir və siz o 3 dənə məhsuldan ən baha ikisini ödəyirsiniz. Yəni ən baha Mənə çatmır. Bizdən minimal pulu soruşursa, niyə ən baha ikisini götürməliyik? Əslində bunun əsl cavabı 17-dir. 17 manata necə alasın? Müəllim, misal üçün 3, 5, 7-ni götürdümsə, 7 ilə 3-ü götürürəm, 10 manat ödəyirəm, 5 pulsuz verir. Marketin mexanizmi elədir. Yəni endirim elə işləyir ki, sən o 3 dənə məhsuldan 2 dənəsinin ən bahasının pulunu ödəyirsən, biri də sənə okey, problem yoxdur. Denəncə. Müəllim, elə bil burada ən baha olanları onda birlikdə qruplaşdırıb qiymətlər də azalan sırada üzməliyik də. Aha. Elə bil onda da elə olanda hər üç məhsuldan biri pulsuz düşəcək də. Siz elə bil. Onu necə yazacağam? Uşaqlar elə bil sortlayacağam. Ay sağ ol. Ondan sonra da ən baha 2 götürə gedərsən. Kiçikdən böyüyə doğru. Ay da müəllim, eyni şey eləmişdim mən. Birinci səhv həllimdən sortladım, sonra n/2-yə qədər getdim. Hər birini tapdım. Uşaqlar, burada necə olur? Hansıları götürməliyik? Baxın, məsələn, 1, 3, 5, 5, burada bir dənə də 4 var və 7. Düzdür? Məsələn, birinci hansıları götürək? Okay, məsələn, əslində bu belə sərf edir də. 12-sini belə ödəyim. 5 mənə plus 4. 12 plus 7-də, hə, bunu deyəcəm. Baxın uşaqlar, məsələn, siz buradan başlayaraq, məsələn də ortadan bir şey götürsəniz, bu sizə sərf eləməyəcək. Çünki bu ikisini ödəyəsiniz və yerdə qal. Elə bir ki, böyüklərdən eləməyə çalışasınız da əsasən. Çünki burada olan üçüncünü almamaq belə sizə sərf edir əslində. Bu üçüncü böyüklərdən birisidir. Yəni, siz gəlib burada bu üçünü seçəsiniz, 12 manat ödəyəsiniz. Okey, amma 12 manat ödəyirsiniz və sizə ən böyük üçüncü olan məhsul endirimə düşür. Baxın, bu üçü getdi. 12 manat ödədiniz buna. Bu üçünə də 7 manat ödəyəsiniz. Bəs azalan sırada düşsən, yəni 7, 5, 5, 4, 3, 1. Biri 5 pulsuz düşür, bir də 1. Ay, hə, onun fərqi yoxdur. Hə, yəni iki cür də eləyə bilərsən.
Okay. Deməli neyinirik? Sortlayırıq. Elə reverse də eləyək, daha məntiqlidir. Müəllim, bu sualdan ən kiçik Bir saniyə. Yox, eləyək. Necə bir dənə də Əkbər? Bu sualda ən kiçik... Hə, okey, bir dəqiqə. Siz niyə heç birinizi qoyunlar danışasınız uşaqlar? Müəllim, əvəzlərindən danışıram. İkisindən. Yo, müəllim, səs gəlirdi ona görə. Müəllim, indi bitdi. Hə, denə. Müəllim, bir də maraqlı deyirəm. Burada əgər kodu sortlasam, axırıncı ilk 3 rəqəmin cəminə baxsam və birinci ilə ikinci indeksdəki ədədlərin ədədi ortasını tapıb üstünə gəlsəm, bal alaram. Riyaziyyatım buna dözmədi. O ədəd orta Müəllim, niyə elə bir gəldi bura? müəllim ədədi ortana elədim ki, ən azından bəzi hallarda düz versin də bal. Həlli zaten dedik də, yəni həll budur ki, elə siz böyüdən kiçiyə doğru gedin, şeyləri götürün, fisoda qutarsın da sual uşaqlar. Müəllim, mən yenə də 100 bal yerinə təbii ki, tərcih Bal edirəm. almağı şey deyirsən də, yəni bal almağa ehtiyac yoxdur uşaqlar. Ən kiçikdən, ən böyükdən kiçiyə doğru gedin, ondan sonra da şeyləri götürün, davam edin də, denən zaten. Hə. Yox, əlbəttə. Yox, əlbəttə. Kimya? Kimya nədir? Fərqi yoxdur, yəni istədiyinizi seçə bilərsiniz informatikanın yanında. Okey uşaqlar. Deməli bizim hər dəfə məqsədimiz nədir? Sortla reverse deyəndən sonra 2 dənə ardıcıl olan elementi götürürük. Ondan sonra ki element bizə pulsuza düşür. Və mənim burada i plus 3 eləməyimin məqsədi odur ki, uşaqlar. Məsələn 0, 1, 2, 3, 4 belə sıralana gedirdi indekslər. Biz bu iki indeksin cəmini tapırıq. A-yı üstəgəlsin, A-yı plus 1, düzdür? Və mən buradakı artıq indeksə baxmamaq üçün bir növ birbaşa 0-dan hoppanıram bu 3-cü indeksə. Və mən gedib onu götürürəm. Amma belə götürmək bizə sərf eləmir, çünki burada problemlər yaşanacaq. Çünki hər zaman A-yı plus 1 olmur. Okey, gəlin onda bu üsulu sevmədim. Mamed. Hə. Mamed çox pul xərcləməyə çalışmır, az pul xərcləməyə çalışır Mamed. Çıxarda bilmir də, bu market elə bil özünə də xeyir istəyir də. Yəni elə eləsə onda marketin xeyri olmayacaq. Müəllim, burada məsələn adicə yazsam ki, Hə. Adicə yazsan ki, nə yazsan? adicə yazsam ki, if n bərabərdirsə 1-ə, C6 A0-ə, n bərabərdirsə 2-yə, C6 A0 isə A1-i ver. Onda 3 bal verərdi müəllim. 3 bal verərdi, amma mənim gözümdə bal 0 olardı. Baxın uşaqlar, belə bir şey yazırıq. Belə bir şey yazırıq. Əgər i-nin 3-ə qalığı 2-yə bərabər deyilsə, cəmin üzərinə a-ni gəl. Bu nə deməkdir? Məsələn, burada bu cütlüklərdən mən hansılarını alacam? 0-dan 1-ci indeksdə duranları alacam, düzdür? Reverse elədiyimi unutmayın. Yəni, böyükdən kiçiyə doğru düzülübdür. Mən burada 0-dan 1-ci indeksdə duranları alacam, düzdür? 2-ni almayacam. i-nin 3-ə qalığı olan 2-cisidir. Yəni, elə bir ki, bu üçlüyün içərisindən ən axırıncısını almıram. Sonra buradan yenə 3 ilə 4-ü alacam, 5-i almayacam. 6 ilə 7-ni alacam, 8-ci indeksdəkini almayacam. Yəni, əgər i-nin qalığı 3-ə
2-yə bərabərdirsə, mən həmin ayını götürmürəm. Çünki o üçlüyün içərisindən həmin şey endirimə düşübdür. Belə-belə davam edirəm o ayları cəmləməyə. Və siyahıda gedirəm, cəmi verirəm. Aydındır? Müəllim bu qədər idi. Aha, Sonra da deyirik çətinlik. bəli. Verdim. 19. Məndən biraz daha tezdir. Bu sualla belə getdi. Bu sualdan 19 bal alsaydım sevinərdim. Yəni əvvəlki examlarımızda bundan çətin olanları var idi əlbəttə. İndi 2 dənə Müəllim examen sizcə indiyənə qədər ən çətin exam hansı idi? xatırlamıram. Amma bunlar çətin. Yox, bunlar Deyəsən Müəllim, 5 məncə idi, müəllim. O qədər Məncə Bunlar 5 çox idi. çətin. deyəsən. Yəni, exam 5 çox çətin idi. hə, Bəli, müəllim, çox çətin idi bu. Deyirəm də. bu çətin idi. Amma burada biri də var idi. Yəni, elə exam 9 da çətin idi ya. Xeyr. Mən bundan deyəsən lap əvvəlki examlar idi. O hansısa examlarda sizə Elefonun ikinci turunun suallarını qoymuşdum deyəsən. O da Müəllim, nisbətən yox. Müəllim stringlərə aid olanlar bilirsən. yox. Nəysə, başım bırax. Okey. Exam 9-da belə getdi. Növbəti nədir? Exam 10-a keçənmirik, çünki yazmayanlarınız var. Mənim kompüterimi götürüblər. 1, 2, 3, 4 adam yazıb, 3-ü qalıbdı, düzdür? Aha, açıq qalacaq. Exam 10 asandır. Okey. Gedək hissəsinə. Ay be. Getməyək. Yaxşı Mən bəyin kodunu bir dənə göstərə bilərsiniz. Bir saniyə baxıram görüm hissəsi kimmişdi. Muradla Cavidan ancaq. Ses üçü Cavidanla Əkbər. Salih, niyə sual işləmirsən? Ay, Ay Salih. mən işləyirəm. Harda işləyirsən? Bəs mən niyə görmürəm? Mən Nə işləyirsən? Bəli. Bal görsənir deyə. Gözümü bağlamışam. Çünki Ay, o ballar sayəsində mən burada 30 görürdüm. Elə bildim 30 sual yazmısınız. Balları bağladım, gördüm ki, sual sayınız az imiş. Mənim açın da balları. Müəllim, axırda bir sualda 94 almışam. Heyf olur axı. Olsun. Yəni mən bu problem sualları o suallar deyil ki, yarım balı baxaq. Mənim çox çətindir. Bir saniyə. Murad işləyir hissəsi. Murada bir şey deyəmirəm. Amma yenə də problems yarışını yazmağına bir bəhanə deyil. Salih də az işləyib, Cəmil də az işləyib. Muhammedlə Fatimə rayondaydı deyəsən. Onlar qayıdırlar. Onların səbəblərini yaxşı ona görə keçdim. Cəmil deyəcək mənim hazırlığım var idi müəllim. Salihin bir bəhanəsi tapanmadıq. Murad da ses 2-ni işləyirmiş. Bəhanələri yadda saxlayıram və müəllim məndə kompüter yoxdur. Sizin niyə kompüterlərinizin hamısını eyni vaxtda alıblar? Müəllim, mən
Məndə ay oldu. Murad səninkindən indi sənin niyə kompüterin yoxdur? Səninki niyə yox idi? Səninki gəldi. Saat işdən gəldi. Müəllimki də gəldi, müəllim. Son dəqiqələrdə özü. Bizimdə yoxdur. Yox. Başım şişdi uşaqlar, başım şişdi. Salih, bunlar hamısına bəhanə tapdıq. Sən də bir dənə bəhanə denən tam üstün olsun. Sənin yazmamağın səbəbi nədir? Mənim evdə çox vaxtı tapım. Evdə çox vaxt tapınmırsan. Harda olursan, belə iş-güc sahibisən? Bəli, mən. Hə, neynirsən? Əstəğfurullah, yox. İndi bəhanə Ee, tapılmayanlar mən öncə valideynlə danışmalıyım ki, valideyni bir şey desin də. Mən neynirəm? Mən gedin ağaca baxın da bir də. Görün mən işləyirəm. Ağac, mən ağacdan nəsə demişəm. Yaxşı, mən bu dəfə problem işləyərəm. Bu dəfə problem, söz verə problem işləyəcəm. Keçən dəfə niyə işləmirsən? Keçən hamının bəhanəsini eşitdim. Ay, yaxşı inandım hardasa. Sən də bir dənəsində heç olmasa ona inanım. Müəllim Allah haqqı oydu da elə. İndi təzə başlamışam evdə. 2 gün var. Təzə exam elədim. İndi söz verə problem 4 işləyərəm. Ay Salih, ay Salih. Mən neyniyim uşaqlar üstünə? Neyniyək? Nətər eləyək? Nətər eləyək bu effortunuzu artıraq? Müəllim, homeworklardan qoyun. Homeworklardan qalsın. Day nə oldu? Müəllim, mən yazmamışdım özdə homeworkları əvvəldən. Eyb yox. Bu suallar da yaxşıdır. Müəllim, siz nəyə razısınız? QSS-dəki bütün sualları tam fullamaq, yoxsa problem işdə 15 dənə sual işləmək? Problems fullamaq. Mənim çox 2-3 saat Ən işləmək o vaxtda ayırmırsınız uşaqlar. Yəni Müəllim, mən həqiqi gündə 2 saat ayırıram. da, yəni problems yarışı həqiqətən də yazılacaq bir tipdən yarışdır. Yəni buradakı sualları Mənim deyil. hansı sual çətindir uşaqlar? Yəni A sualı müəllim məsələn. A-nı nətər yazıldı? A-nı yaxşı da A-nı keçdim tutaq. Yox. Hə, A yox müəllim, A sualı. A sualı, hə. Gedək A sualına baxaq. Bu dediklərinizə mən şey eləyəmirəm. Çünki examen suallarına çətin deyilsiniz, amma o da çətin deyil. Siz hər şey çətin Müəllim, gözləməlisiniz. Z, indi Z sualına müəllim A səhv imiş. Z-yə bax. Müəllim buna baxmayın. Z-yə bax. Burada yazılım, anlayın. Bilməm bu suallar Bu deyil, yox, o deyil. Müəllim deyim şərtin sualını. denə. Müəllim elə bil hər dəfə Bədəyin bir rəqəm ədədin seçirsən, ondan bir vahid azalda davam bəli edirsən. müəllim. Hə, okey. Asan sualdır uşaqlar bu. Müəllim Z sualını deyirdim, A-nı yox. Baxın uşaqlar, məsələn, okey Z-yə də baxacağam. Buradan 27-də düzdür. Bunun bir rəqəmini seçdim. Məsələn 7 ədədin. 27-dən çıxıram bu 7-ni. 20. Hansınsa seçirəm, 2-ni ya da 0-ı. 2-ni çıxıram məsələn, qaldı 18. 18-ə 8-i seçirəm, çıxdım, qaldı 10. Ondan Müəllim belə başa düşdüm, valda gedib böyük ədədi hər dəfəsində çıxmalıyıq. bəli. Ədədin rəqəmlərini tapmaq da asan bir şeydir. Müəllim Z-yə bax. Bəli. Yəni bu suala baxın. Bu 100% çətindir müəllim. Yəni A səhvən dedim, amma Z 100% çətindir. 0 adam yazır. Bu 0 olmağının səbəbi sualın çətinlik səviyyəsi yoxdur, bu suala baxılmamasıdır. Baxın, mən buna əsəbləşirəm.
Yəni mən bu suala açanda Müəllim, mən elə həqiqətən məsələn mən Əkbər həqiqətən dedi bu ki, suala baxmışam. okey də sən bildin. Okey. Məsələn, Cavidanın xəbəri yox idi bu sualdan. Cavidan ilk dəfə tanış oldu. Cəmil ilk dəfə tanış oldu. Yəni Müəllim, bu ilk dəfə ideyasını belə deyə bilərəm. Müəllim, nə etmək olar deyə bilərəm. Yo, başa düşdüm. Mən ona əsəbləşirəm də. Bax sən də dedin, tutaq ki, Cavidan da dedi. Yaza bilirsiniz. Mən yaza bildiyiniz üçün əsəbləşirəm ki, bu sualı yaza bilirdinizsə niyə evdə yazmamısınız? Müəllim, dediyimi yazamıram da. Elə şey olur. Mən də müəllim. Mən Müəllim, öz fikrimi olur. koda Bax mən çevirəməm. yaza bilmədiyinizə necə inanım yaxşı. Bax mənfini görürəm, deyirəm ki, hə yaza bilməyibdi Cəmil. Okey, bəs A-ya baxmamısan axı. A-nı heç Müəllim, sən mənfi görmədin. siyahıta verməkdən də ola bilər. Müəllim, o birisi sual var. Müəllim, əvvəldən ekzamen gedin, orada da mənfi almışam. Amma orada görün nə atmışam. Sadəcə foru şey eləmişəm, dövrdə yetmişəm. Yəni bunu bura da ata bilərəm də. Bayaq, yaxşı. Bax mənfidən də deməm. Siz hamınız elə bir siyasətçisiniz. Qoyun bir dənə cümləmi düzəldim. Okey. A sualına Ay, mən insan qırmızı görəndə pis olur. Yeni imun rənglərini dəyişdirim. Mən Dəyişdirməyin. Yaşlı Bal eləyim, versin. Uşaqlar, Müəllim, baxın. müəllim, Yaxşı, bir bax, dəqiqə. Müəllim, başqa bir şey Dedim. deyəcəm. Gəl. Hə. Başqa Mən arqument. heç siz deyin. Hə, yaxşı. Mən deyim, sən ona əsasən cavab verə bilərsən. Vaxtın olar biraz düşünməyə. Bax, A sualını deyirsən ki, hə, ideyanı dedim müəllim, amma yaza bilməyəcəkdim də. Mən ideyamı koda çevirə bilmirəm. Okey. Bunu başa düşdüm. Yaza bilmir, insan koda da çevirə bilmir, okey. Bu suala niyə oxumayıbdı Cəmil? Heç niyə bu suala girməyib? Yəni bu suala girmişəm axı. girsəydin tərcüməsini deyərdin axı. Mən burada biraz gözlədim. Məsələn, Əkbər dedi ki, falan şey idi. Hə, A-nı, tanış oldum. Sən də tanış oldun. hə, A-nı deyirsiniz. Hə, bu sual. Müəllim, xahiş Evet. edirəm bir dənə Cavidanın rankına baxın. Müəllim, bir dənə orada axırlara verin. Cavidanın burada müəllim bir dənə boş sual var. Bilmirəm hansı sualdır. Müəllim, amma Cavidan sən fikrini başqa bir sualda yazmamısan, fərqindəsən. Mənim orada bir dənə sual var idi. Deyir ədədin maksimum şeydir, son olanı. Maksimum ədədi də. Əkbər, çətin Z sualı buydu. Bəli, müəllim, bu Müəllim, çox bu çətin. şeydir də. Mən Mən deyir. Mən deyir tam kubları istəyir də. Hə. Hə. Aha. Mən bu kubum üçün, yəni bu kub ən böyük neçə ola bilər onu deyir də. Necə deyim? Aynen. Yox, deyir ki, enə qədər İyini olan birdən başlayacağam müəllim. müəllim, ədəddən əvvəlki ən böyük kubu tapmaq. Müəllim, əgər iyinin kubu kiçiksə endən, Aha. iyini artıracam da. Baxın uşaqlar, yəni bu nə qədər çətin ola bilər bu sual ki, siz bunu yazmamısınız da yəni. Müəllim, niyə n? Niyə n? Yaxşı. Böyük n olsun. Sərhədi yoxdur i-nin. Hə, bayaqki bu cəm sualına oxşuyur. O cəmliyə gedir deyə. Bu arada hər ehtimal bunu long götürün. I vurulsun i. N-dən kiçikdirsə bu mənim cavablarım. Time limit deyil. Cavablarımdan biridir. Time limit. Belə bir həll time limit verir. Mən məncə belə verməyəcəm. tip şeylərdən time limitdir. Ya verməyəcək. Yəni sadəcə uşaqlar gedib n-dən kiçik olan i-nin kublarına baxırsınız, cavabınız hər ehtimala buna bərabər olur. Ən böyüyünü axtara-axtara. Çətin sual idi.
Okey, burada özdə cavabın kubunu verməli idi. Müəllim, cavabım kubu. Bunun nə çətin idi ki bu suala? Mən şərti başa düşməmişdim. Sən bu suala baxmısan. Mən şərtini anlamışdım. Bəli, Mən bəli, forun bax. içində belə bir şey Bəli, yaza müəllim, bildiyimizi indiyənə 90 qədər bal. ilk dəfədir bildim. Mən bir dənə, müəllim, o 3 dənə idi. Okey, bir saniyə səhvimizi tapaq, ondan sonra keçərik o birə. Time limit vermədi, 90 bal verdi. Okey. Müəllim Müəllim, 90 cavabda- verdisə çox çətin. Mən orada cavabda ancaq bərabəri yazmışsınız. İyi vur olmamalı. O da olardı. Fərq yox. Necə? Getmir də elə. O sərhədini qoymamışam. Özüm şərtim n-dən i-nin kubu n-dən böyük olduğu halda break edirəm. Yəni şərtim budur. O şərti orada da yaza bilərəm, amma elə birbaşa break edirəm. Yəni bu əslində belədir uşaqlar. Yəni while-da əslində. Bu while true'dur. Bir dənə i-miz var, 1-ə bərabərdir. I-ni də hər dəfəsində artıra gedirik. Mən çox uzun müddət sonra əlimə boşluq verməyə öyrəşdirmişəm. Yəni 10-cu sinifə qədər boşluq vermədən yazırdım, amma 11-də bir dənə müəllim tərəfindən boşluğa öyrəşdirildim. Ondan sonra mən nətərsə Nə oldum oldu boşluq. müəllim? Müəllim tərəfindən. Müəmmalı müəllim. Yox, zorla eləmədi. Yəni sadəcə o başa saldı ki, niyə boşluqla yazmağın avantajları var. Ondan sonra həqiqətən də gördüm. Müəllim Özüm Rüstəm müəllim olmasın təsadüf. yox, Ruslan müəllim deyil. Müəllim amma 100% 10-cu sinifə qədər Rüstəm müəllim olub. Yəni hə. Ruslan müəllim hər zaman bizim müəllimimiz olub. O şey olmayıb. Yəni sərhəd Müəllim olmayıb. o best teacher'dır informatikada. Bəli. Siyahla sində vermirsən. Hər yerdə verin, çalışın uşaqlar. Çünki o boşluğu verəndə səhvinizi rahat tapa bilirsiniz. Yəni kod oxumağı çox rahatlaşdırır o boşluq vermək. Ona görə çalışın verin. Bu bir dənə test nədir? Çox maraqlıdır. Gözü bu cavaba necə belə verdik? Həmən cavabı burada bərabərlədim. Müəllim, bəs breaksiz geçsəm, i1-i, i kubu kisiyənə kimi geçsin. Elə yazsınız. Nə? Müəllim bu kod niyə bu qədər qəribədir? 100 verib bu. Müəllim, bu nədir? Okey. Uşaqlar, ola bilər ki, bizə verdiyi n, baxın, səhv hal budur. Bunun cavabı nə olmalıdır? Müəllim, özü 0. Yəni normalda 0'dır da. Aha. Ondan balaca da. Özüm verməməlidir. Baxın, yəni burada artıq cavabı tapa bilmir. Çünki əslində heç vaxt dayanmır. Okey. Ona görə uşaqlar, ən rahat yol bu, necə yoxlayaq? Bir dənə D götürürəm. Kub rutu bilirik də yəqin ki, düzdür? Bıratını. Müəllim, mənə 100 bal verdi. Neynədin ki 100 bal verdi? Müəllim, siz sadəcə, yəni, eni özünüzdə, yəni nəyi kimsə getmir də, orada kub kimi yazdım. İni birdən başlatdım, i kubu kiçiklənə kimi getdim, i plus elədim. Ardından da eyni yazmışım. Siz nə deyirsiniz? Cavab i, şaltı cavab. Hə, ola bilər əslində. Orada böyük ehtimalla bərabər eləməsən düz olardı əslində. Hə, düzdür. Burada bir dənə bərabər də siz. Hə, bildim necə elədim. Okey, o da olar. Amma bu da düz verməli. Mənim eyni şeydir də. Okey, hə, eyni şeydir. Vəsə. Sadəcə burada uşaqlar, mən bayaqki yazdığım həldə nə səhv idi? Məsələn, kub ədəd yazanda, bu gedib kub ədəd tapanda problem yaşanırdı da. Çünki gedib elə özünü çıxışa verirdi. Ona görə heç buradakı bərabəri silsəydik də elə düz verəcəkdi. Çünki özünə bərabər bir şey tapmağını istəmirik də elə bir. Özündən kiçik kub ədəd tapmağını istəyirik. Ona görə əslində o bərabəri silsəydə 100 bal verməlidir.
Bir dənə 10-da atdım. İndi görə o da 100 bal verəcək böyük ehtimalla. Mənim daha çətin oldu. Əslində hə. Ay Yəni Cacavidan bu qədər dərinliyə getməyə ehtiyacı var. sadəcə uşaqlar, yəni mən sadəcə asanlıq şeyini göstərməyə çalışdım. Yəni o həlli bəlkə də uzun yazdım, okey, amma sual asan idi həqiqətən də. Müəllim, burada bir dənə sual var, o 100% çətindir. Ona deyə bilmərsiniz ki, o asan deyil. Okey, O gəlin asandır da. sizə təzə bir şey deyim, ondan sonra təzədən qayıdarıq o tərəflərə. Müəllim, qraf yoxsa dynamic programming? O Aziz Kaptan sonra mı deyəcəm? Müəllim, Onlar- amma onlar çox maraqlıdır. Dynamic programminglə qraflar. O böyük ehtimalla əgər gördük ki, çox irəliləyir, okey, keçəcək. Hə, qəşəcəm. Gördük ki, heç nə yoxdur uşaqlar. Yəni bunlardan həqiqətən problem yoxdur. Zaten bir dənə indi bunlar ses tipli yarışlar zatlar bitəndən sonra təzədən arxaya qayıdacağıq. Mövzuların üstündən hamısını bir-bir keçəcəyik və onların əvvəlki yarışların biraz homeworklarına da baxacağıq. Təzədən qoyacağam onları. Homeworklarına Müəllim, heç. yox, birə də baxacağıq. O qədər yox da see how to hello world verə bilirsiniz. Yəni əsasən hardan başlayacağıq? 2D şey looplardan başlayarıq böyük ehtimalla. Oradan üzü bu tərəfə doğru gələrik. Ondan sonra da gördüksə əgər Sorulara baxaq da. baxacağıq. Əgər görsək ki, orada da problem bitdi. Yəni onları da bitirsək, şeyə qədər, sentyabrın 26-sına qədər. Müəllim, Onda amma başlayacağıq. qraflar maraqlı İlk olduğundan qat-qat çətindir. Bəli. DP ilə qrafa başlayacağıq. Ondan sonra inşallah DP dinamik proqramingdir də. aha. LFO-ya buradakı hamı hazırlaşacaq. Mən hazırlaşacağam. Sadəcə maraqlıdır. Denə sən Cəmil, Murad, Salih. Yəni də indi elədiyimiz şey sadəcə elə bil LFO-ya qatılasınız da. Yəni gələn il davam eləmək fikriniz var? Mən informatikadan gedəcəm Elifo. Ha, okey. Okey. Tamam. Cəmilin hərsi olmayacaq. Dərsi yığdım, ləğv elətdirdim. Okey, qəşəng. Yəni inşallah orada da davam eləyərik. Yəni zaten AZS Cup-a qatılmanız orada sizə bir təcrübə və avantaj qatılacaq. Yəni sadəcə AZS Cup-ın düşün ki, adı dəyişir olur LFO-da. Yəni sadəcə 8-ci sinif olursan, onda adı dəyişir yəni. Başqa heç nə dəyişmir. Yəni onun tipində, suallarda Müəllim dəqiq. bilər, amma o qədər də yox da. Müəllim, o qədər də yoxdur müəllim. Yəni suallar AZS Cup kimi olsaydı 5 suala 5 saat vaxt verməzdilər də məncə. Onsuz indi ayırıblar. Yəni D1, D2 olaraq olur. Birinci gün 3 saat 3 sual, ikinci gün 3 saat 3 sual. O da finalda. Okey. D sualına keçməzdən qabaq uşaqlar, bu gün vector pair deyə bir şey öyrənəcəyik. Vector pair 2D vektor. aha 2D vektor. Vector pair belə bir şey yazılır. Vektorun LL-nin, yəni düşünün ki, uşaqlar, necə ki LL var, int var, double var, nə bilim, bool var. Bunlar data tipləridir, düzdür? 2 dənə elementin belə yadda saxlanması da, yəni məsələn x, y olaraq yadda saxlanması da, yəni bir koordinat kimi düşünün. Bu da pair data tipindən olur. Pair belə yazılır. Yəni pair içində isə bu 2 dənə data tip yazılır. Bunu nəyə oxşada bilərsiniz? Map-ə oxşada bilərsiniz. Map-də necə ki siz sol tərəfin data tipini yazırdınız və sağ tərəfin data tipini yazırdınız, düzdür? Məsələn, bir tərəfi long, bir tərəfi string ola bilirdi və yaxud da string long ola bilirdi. Yadınızda bunlar. Pair-də düşünün ki, Bilmirəm necə yazılmalıdır. map uşaqlar. Hər şey öyrənmişik ki, belə yazılan. Day çaşdırıram. Baxın uşaqlar, map belə yazılırdı, düzdür?
Map'in içində nə yazırdıq biz? Məsələn, MP5-in dəyəri əgər salama bərabər olarsa, mən bunun üçün necə yazmalıyam? LL string yazmalıyam, Hello düzdür? string. Və yaxud da tərsinə olsaydı, MP LL salam bərabərdir. Onda string o. nice sağ ol. Və yaxud da bunun da cavabı sağ ola bərabər olardısa da string olacaqdı. String Yəni data tiplərin yazırdıq da, yəni sol tərəfin data tipi nə olurdu, sağ tərəfin data tipi olurdu, nə olurdu? Düşünün yenə map keçirik. Sadəcə bu mapi daha rahat istifadə eləməli bir mapdir. Mapin də düz öz yeri var, yenə də o qalır. Amma mapə oxşuyur strukturu. Bu arada Cəmilə sual varsa ver. Əlim qalıbdı, görmədim. Okay, deyəsən yox imiş. Bu arada Cəmil, sənə bir xəbər verim. Dr. Kongo İngiltərəni udur. Mənim bildiriş oydu. Okay. Deməli, pair də uşaqlar sol tərəf və sağ tərəfin bir növ data tiplərini yadda saxlayacaq. Yəni sol tərəf, sağ tərəf. LL götürək məsələn. Aha. Məsələn, 500 yadda saxlamaq. Udacavanızda comeback atar yəqin ki. 5-3, məsələn 5-3-ü yadda saxlamaq istəyirik, amma düşünün ki, indi biz bu 5-3-ləri, baxın, bu pair LL bunu saxlayır yadda. Okay. Amma düşünün ki, mən toplu koordinatları yadda saxlamaq istəyirəm. Məsələn, baxın, belə bir şeyi yadda saxlamaq istəyirəm. Belə bir şeyləri. Yəni bu 4 dənə koordinatı mən yadda saxlamaq istəyirəm. Bunu artıq yadda saxlamağın yolu vektor pair olacaq. Yəni düşünün ki, bu koordinatları vektorun içinə yığacağıq. Vektoru tanımda necə tanındırdıq? Vektor LLB. Deyirdik ki, vektorun içində olan ədədlər LL olacaq. İndi deyəcəyik ki, vektorun içində olan ədədlər pair olacaq və onlar isə LL tipli olacaq. Baxın, bu artıq vektor pairin yaradılmasıdır. Bura qədər hələ ki bir sual. müəllimə ilk dəfə də pair ChatGPT-dən öyrənmişdim. Müəllim özdə nəsə başqa cürə Həm yazmışdı. dəfə də pair deyə bilərsiniz. Dəfə də pair. Pair, bax, sadəcə bu iki dənə elə bil düşün ki, koordinatın tanıdılmasıdır. Yəni bu ikisini belə yadda saxlamaq istəyirsənsə, məsələn, sən necə ki tam ədədi yadda saxlamaq istəyirsənsə, Salehin Discord bildirişləri orada çox gəlir. Amma avtomatik qoşur Discord mənə. Məsələn, sən necə ki tam ədədi görəndə deyirdin ki, bunu LL ilə tanıda bilərəm mən. İndi isə 5-3 koordinatını görsən, yəni belə ikilik şeyi yadda saxlamaq istəyirsənsə, bunu pair ilə yadda saxlayasan. Pair LL ilə məsələn. Həm 5-i yadda saxlayır, həm də 3-ü yadda saxlayır. Aha, ikisini qoşu olaraq. Amma sən ümumən 4 dənə qoşanı yadda saxlamaq istəyirsənsə və yaxud da bir neçə qoşanı. Necə ki biz bir dənə ədədi LL ilə yadda saxlayırdıq, amma bir çox ədədi massivlə yadda saxladıq və yaxud da vektorla yadda saxladıq. İndi isə düşünün ki, biz bunların hamısını vektorun içinə yığırıq ki, hamısını yadda saxlaya bilək. Və ona görə də bunun da tanıdılması belə olur ki, vektorun içində pair LL yazırıq. Bu arada bunu dediyim kimi yenə necə ki bizim öz istəklərimizə uyğun dəyişdirə bilərik bu pairin için. Bura qədər hələ ki Başa bir sual. düşməli çox. Sən sağ ol. Müəllim, rus dilindəki para sözündən gəlir. Yəqin ki bilmirsiniz. Para ola bilər. Hə. Mən Para elə para da bir eyni iki şeydir. dənə şey deməkdir. Pair əslində deyəsən ingiliscə nəysə cüt zat. Müəllim, Hə, siz elə o paranı deyin, biz yadımızda saxlayaq. Para da hər rusca. Baxın uşaqlar, buna qədər belə getdik. İndi uşaqlar, baxaq görək bəs mən bu vektorun içinə necə ədədlərimi əlavə edəcəm. Normal vektorun içinə bu arada bir dənə pushback-ı define edək. Normal vektorun içinə belə əlavə edirdim, düzdür ədədləri. Pair define eləyə bilərik. Eləyə bilərik. Mən belə eləyirdik adətən P deyə bir şey yazırdıq. Bura pair LL yazırdıq. Burada gəlib Müəllim, niyə P yazır?
Necə? Bilmirəm ki, nəsə, yəni bəzən Müəllim əvvəldən zaten indi gələn gələn dərsi 100% pı ilə saldıq. əvvəldən gələn bir şeylər var. Bu LL məsələn elə formalaşıb, P elə formalaşıb, PB elə formalaşıb. Məsələn boğuldum. Müəllim pi Seçək ki, hardan formalaşıb P-dən? heç bir fikrim yoxdur bu arada. Yəni necə formalaşıb bilmirəm, amma formalaşıb da necəsə. Məktəbdə yazırdınız da. Yəni hə, yəni kimsə Müəllim yazdı. sizə məktəbdə vaxtı defan keçirdilər. Bizim məktəbdə əslində heç nə keçmirdilər. Yəni bizdə vektoru, biz uşaqlar vektordan sonrasını özümüz öyrənmişik yəni. Yəni Ruslan müəllimin köməyi Müəllim bizim əlbəttə yəni. Amma məktəbdə heç nə keçmirlər. 8-ci sinifdə belə 2 dərrəyə başlamırlar. uşaqlar yəni biraz Mən bəzi Ruslan müəllimin köməyi ilə də hər şey. bəli, bəzi yerlərdən sonra uşaqlar insan özü həvəsi olmalıdır. Özü də nəyəsə cəhd göstərməlidir, yəni. Yəni internetdə araşdıranda nəsə C++-a aid yeni bir şey görürsünüzsə, Mənim yadınıza dərs göstərmək, ChatGPT-yə baxıb oradan kodu götürməyi nəzərdə tutursunuz. xeyr, dediyimdə, yəni tək məsələn bu sayt var uşaqlar, bu saytda hər mövzunun ayrı-ayrı Bu saytı atın da bizə. okey, atım. Necə? Yox, yəni dedim ki, müəllimin şeyi var idi, amma yəni əsas müəllim eləyirdi zaten. Yəni müəllim sadəcə bilirsən nə demək istəyirəm özümüz deyəndə. Yəni məsələn müəllim onu deyirdi. Tutaq ki, müəllim bu gün keçdi bu peyr, düzdür? Biz gedirdik elə bir peyrə aid təzə bir şey tapmağa çalışırdıq internetdə. Nəyisə araşdırırdıq. Məsələn, biz ilk dəfə bu pushback-i vektorda bu peyri indi öyrədəcəm məsələn. Vektorda məsələn bu 5-3-ü belə pushback eləyəcəyik uşaqlar. Amma məsələn ilk dəfə biz keçəndə belə bir şey görmüşdük. Vector PB içində belə bir şey yazırdı. Make pair 5-3 belə bir şeylə əlavə eləyirdik. Sən Müəllim xatırla. nə ehtiyac var bu boyda şeyə? İndi bu boyda şeyi biz gedib məsələn araşdırıb gördük ki, belə bir şeydə yazmaq olur. Müəllim Yəni- mən onun yerinə make pair-ı 5 mötərizə ilə qısaldıram da. Eyni şey olacaq. Okay. Baxın uşaqlar. Yəni biz adi vektora belə əlavə eləyirdik ədədləri. İndi isə fərqi sadəcə burada bir qabarcıqlı mötərizə açırıq və o qabarcıqlı mötərizənin içinə 2 dənə ədədi əlavə edirik. Bu arada burada belə bir şeylər də əlavə eləyəcəyik zamanla suallar çətinləşəndə. Amma hələ ki, Müəllim içində də yenə var. amma indi eləmirik də indi hələ ki yox. Yox. Elə bir Müəllim ki, o qraflarda da. düşünün ki, uşaqlar, bu pairin içində bunun bir data tipi pair olur. Aydındır? Bəli, müəllim o chatbot mənə göstərdi. Bu 2D vektordur. Yəni bu əslində 3D vektordur. Yəni 3 dənə bunun şeyi var artıq. Və yaxud da Aynen. düşünün ki, bunun hər iki tərəfi pair olur. Mənim Amma qraflarda isə da- V99 zad yazırıq deyəsən düzdür. V9. Aha, amma da o 3 dənədən çox ehtiyac olmur. Biz hələ ki 2 dənə. Baxın, məsələn, indi sizcə bizim Mənim vektorun 3-nin sayı mənası qalmadı. 3. niyə qalmadı? Müəllim artıq rəqiblərimiz getdi də. Hara getdi? Müəllim artıq Gülnur çox retq yazır. Aminə də bundan sonra heç yazmayacaq. Hə, o tri, hə. O biraz öldü, hə. Moddan düşdü. Ay müəllim, Aminəyə çox haqsızlıq elədilər. Niyə? Yazğın işığı sönmüşdü deyə kəsildi. Oy da kəsilib o. Bəli, müəllim bilmirdiniz? Kəsildi. Oo. Müəllim, həqiqətən, yəni əslində eyni balı yığmışdıq, kəsildi. Diskvalifikasiya oldu çünki işığı sönmüşdü, məcbur qaldı öz internetinə girməyə. Oy da çox pis imiş. İkinci turda. İkinci turdan. Halbuki eyni balı yığmışdıq. Oy da heç bilmirdim yəni. Yaxşı olmayıbmış. Çox pis oldu müəllim. Onun şansı var idi, güclü idi. Var idi, hə. Effort da çox idi o. Nəysə.
Belə qisməti beləymiş. Hər pis şeydə də bir xeyir var. Mən bunu yaxından Bəli. deneyimləmişəm. İnanma şey. İkinci şans vermirlər. Yox, niyə versinlər? Murad, indi sən sualları görüb tezdən onları yazmağa çalışırsan. Baxın uşaqlar, sizcə vektorun sayı neçədir hal-hazırda? Heç bir fikir deməyəcəm, hamı desin. Həlim vektorun sayını məncə nəsə qəribə belə emojili bir şeylə vektor P yox. Vektor P size nəsə elə bir şey. Burada 3. Niyə 3 səncə? Hərəsindən birini seçəndə 3 dənə olur məncə. Aha, başqaları necə düşünür? Cəmillə Əkbər Murad deyəcək 7, 9. Müəllim, bunun sayı. Müəllim, bunun sayı məncə 6 var. Aha. Amma 3 uşaq var. Ayda set kimi deyə. Aha. Deyəsən error aldıq. 3-dür, çünki 3 dənə şey var da hal-hazırda bizim vektorumuzun içində. İndi indekslənmə necə gedir burada? Onu başa salacağam uşaqlar. Baxın, adi vektorda məsələn, Bütün yazacağıq forun içində. indi deyəcəm, tələsmə hələ ki. 2 dəfə V size-a qədər gedəcəyik. Adi forun içində biz belə bir şey deyirdik. Bunun indeksləri və size-a qədər olurdu. Və mən məsələn Cout-a V-ləri versəydim, nələri verəcəkdi? 5, 6, 7-ni. Yəni indekslənmə 0-dan 2-yə doğru burada hərəkət edirdi, düzdür? Uşaqlar, yenə indekslənmə 0-dan 2-yə doğru hərəkət edir. Yəni bu əslində V0-dır. Bu V1-dir, bu da V2-dir. Bəs deyərsiniz ki, okey, V0 budur. Və mən məsələn bunu istəyirəmsə necə eləyəcəm? Uşaqlar, bir dənə də bunların içində indekslənmə gedir və orada 2D yaranır. 2D vektoru orada yaranır. Baxın, V0-ın bir saniyə bunu necə desəm daha yaxşı olar? Mənim 15D vektor var. Yox. Okey. Bax, Sən LL-in yerinə hər dəfəsində pair yazma. varsa da Əkbərlə bir şey sual olmur da, yəni mənasız bir sual olar. Mənim siz maksimum neçəlik vektor görürsünüz? Mən bayaq göstərdiyimi görmüşəm. Yəni bundan o tərəfə istifadə etməyim ehtiyac olmur. 3 nə yəni. Baxın uşaqlar, hər birinin məsələn mən V0 deyəndə bu bunu anlamına gəlir. Yəni 5 3 cütünün anlamına gəlir. Amma mən əgər bunlara ayrı-ayrı, məsələn, sırf olaraq spesifik olaraq burdakı 5-ə bir növ müraciət eləmək istəyirəmsə, bundan sonra belə bir şey yazacağam. Nöqtə first. Əgər ikincisinə müraciət eləmək istəyirəmsə, V0 nöqtə second. Burada da. Müəllim, yəqin ki, kub vektorunda V0 sörd olacaq da. Məsələn, uşaqlar, baxın. Bunun çıxışı nə olacaq sizcə? V2 axırıncıdır. 5 müəllim. Yəni, biz əslində bunu indi gedib necə çıxışa verə bilərik? Yenə 0-dan mən V size-a qədər gedirəm. Cout-a V-yi nöqtə first və V-yi nöqtə second verirəm. Müəllim, bunu niyə belə yazırıq? 2D vektor deyil. J-dən də nəyəsə qədər getməli deyilik. 2D vektor deyil. 2D vektor başqa cür olur. Bu 2D vektor deyil. 2D vektor belə bir şeylə tanındırsan. Onu qrafda görəcəyik adətən. Bu 2D vektordur. Bunu artıq pushback eləyəndə belə cür pushback eləyirsən. Məsələn, belə bir şey.
Başınızı qarışdırmayın, bunlara ehtiyac yoxdur. Siz bunu bir dənə qavrayaq. Buranın çıxışa verməyi və bu first and second-ın nə olduğu hamıya aydın oldu. İndekslənmə necə gedir burada? Digərləri? Bəli. Heç nə başa düşmürsən? Bayaq harda itirmisən? Mən pair dediyim andan itmisən, oradan yoxsa? Yəni pair dediyim kimi, pair düşün ki, LL-dir. Yəni bu təkcə bax pair-dir. Bu, bir dənə bu pair-dir. Amma sən çoxlu bu ikili rəqəmləri saxlamaq istəyirsənsə, onda sənə vektor lazımdır. Necə ki, sən məsələn bir dənə 5-i tanıtmaq üçün LL-i dedin, LL-lə bir dənə rəqəmi tanıda bilərsən. Sonra biz nə dedik? Çoxlu rəqəmləri tanıtmaq istəyiriksə, ya massiv, ya da vektordan istifadə edə bilərik. Yəni elə bir qutunun içinə yığırdım bu rəqəmləri. Amma bu tək rəqəmi sən LL idi. İndi yenə bu tək cütlük pair adlanır. Amma bu cütlüklərin hamısını bir yerə qutuya yığmaq istəyirsənsə, vektordan istifadə edirsən. Və vektorun tanıtmağı da bizdə belə bir şeydirsə, LL yazırdıqsa, indi LL-in yerinə pair LL yazırıq. Və pushback olunmağı da belədir ki, yəni adicə belə ədədləri içinə əlavə edirik ki, yenə pushback-i yazırıq, amma içinə bu dəfə qabarcıqlı mötərizənin içində bu cütlükdə duran rəqəmləri yazırıq. Və məsələn, biz V0 deyəndə bu cütlük adlanır, amma bəs niyə 2 dəfə elə yazılır? Çünki 2 dənə ədəd durur axı bunun içində. Niyə map-də 2 dənə yazılırdı? Yəni buranın data tipi və buranın data tipi. Ola bilərdi ki, buranın data tipi string olardı. Onda burada məsələn Murad yazılardı. Aydındır? Ona görə 2 dənə LL yazırıq. Var deyəcəm onlarda. Müəllim, bu 100%2-də arraydakı kimi çətin olacaq. Yox. Belə pushback eləyirsən, bu V0 deyəndə indekslər necə gedir? V0 deyəndə bu 5-3 cütlük adlanır, amma sən bunlara tək-tək bir növ xitab eləmək istəyirsənsə, məsələn, bu 5-ə çağırmaq istəyirsənsə, yazsan V0-dan sonra .first, ikincisini çağırmaq istəyirsənsə .second və belə-belə bütün elementləri çıxışa verə bilərsən. Aydındır? Bəli. Okey. Bir dənə su götürüm yarım. İngiltərə 3-0 uduzur. Yaxşıdır. Necə 0? 3-0. Abi yoxma 5 dəqiqə əvvəl 1-0 idi. 1-0 da. Delirtməyə çalışıram mən. Hava gəldi. Futbola baxmıram, biləsiniz. Yəni bundan sonra mən sizə futbol haqqında bir şey desəm, deyin ki, səhv deyirsən. Yaxşı tutardım. Gözücü baxdım, Demokratik Kongo dağıdırır İngiltərəni. Müəllim, siz demişdiniz onsuz İngiltərə udacaq. Müəllim, onun üçün getdim. Mən onun üçün vasitələri bilirdim. Əkbər dedi 3-0 müəllim, belə baxdım mən. Mənim insan qarşısındakının xasiyyətini bilməlidir. Bundan sonra bilin ki, mən futbolu xoşlamıram. Ona görə hər şeyi atacağım. Voley ya da basket. Bir dənə futboldan başqa bütün idman növləri qısacası. Məktəbdə bizdə voleybol dəhşət oynayırlar. Eləmək istirdim, amma həll eləməmişəm.
indi çox ucuzdur. Yəni pre-sale o birindən daha ucuz olur. Yəni böyük ehtimalla orijinal sale-a çıxanda daha baha Mənim olacaq. $90 alıyor gördüyüm yerdə. Yəni o orijinal satışa çıxanda böyük ehtimalla 110-dan zaten çox olacaq. Pre-sale məncə daha ucuz olur, Siz amma o qədər sevirsiniz GTA-nı? sevmirəm. Sadəcə yəni bir hype-dır da. Yəni oynamalısan da. Yəni o GTA 6-nı oynanmalıdır. Yəni GTA 5 Müəllim, şəxsən mən Hello Neighbor 2-ni yükləyə bilsəydim, onu oynayardım. okey. Aha. Məli, GTA 6 nə vaxt çıxır? 6. Qatar şey. Noyabrda idi. Mənim PC-də oynayanlar heyfim gəldi. 4 il Yaxşıdır. sonra. PlayStation-dan çox ara olacaq bu səfər böyük ehtimalla. Yəni 13-dən çox olacaq məncə. Okey. Rockstar elə bir şirkətdir ki, yəni Red Dead-də də elədi məsələn. Onlar ona görə ara verirlər ki, gətirdikləri oyun qrafikası və yaxud da gündəmdə qalmasın, daha çox uzun müddətli olaraq fikirləşirlər. Məsələn, GTA 5-də qrafikası hələ də 2026 üçün ideal sayılır əslində. Yəni ona görə 13 ildən sonra Məlim o qədər də yoxdur. Yəni GTA 5 də hələ də oynanılır da, yəni onu demək istəyirəm. Hansı 13 ildən bundan qabaqki Məlim bir GTA 5-in serverləri oynanılır da. Yəni mən storiesini oynayanlar da görürəm. Yəni sırf adi free modda oynayanlar var. Şəxsən biri mən free modda oynayıram yəni. Storiesini qurtarmışam. sadə, darıxmır Yəni mənim. yox. Nə GTA gedirəm 5 oynayır da. deyəsən. Mənim bir də mən xaric. Free modda bir şey var. Hərbi yerində orada bir dənə jet var. O jeti həmişə oğurlamağa çalışıram. Mənim istribici. Yarısında ölürəm. Hə. Hə. Yarısında ölürəm. Bəzən də oğurlayıram. Prosta oğurlayandan sonra mənə göydə vururlar. Mənim görə- onların şey missiyaları var idi. O suya gedib götürürlər. Hə. Hə. Mənim GTA o qədər maraqlıdır. Həyatımda Yəni heç çox oynamamışam. maraqlıdır. Okey, bu qədər ara qaxışıda davam eləyək. Bu first and second-ı define-ı sevənlər daha qısaltmaq üçün bir yol deyim. Define F first olacaq. Define S isə second olacaq. Niyə bunları böyük hərflə niyə bunları böyük hərflə yazdım? Çünki biz adi kodda məsələn F-dən istifadə edirik bəzən. İndi define eləsəydim bu F-i, mən kodda F hərfini yaza bilməzdim. Tamam. Ona görə bunu böyük F yaza bilərik. Və buna da F, S deyə tanıda bilərik və daha rahat görsənir insanın gözünə. Sözlər biraz daha azalır. First, second belə. Sortla reverse necə işləyəcək uşaqlar? Sort yenə də VBegin, V10 olaraq qalır, amma sortlama bu səfər sizcə necə olacaq? Məsələn, bu massiv sortlansa necə görsənər sizcə? Nəyə əsasən? Məsələn, bir ideya bu. Digərləri. Məncə ən balacaları götürüb sortlayar. 3-5 məsəl. Yoxsa. Okay. Yox, elə ağılsız olur. Başqa? Uşaqlar, belə sortlayacaq. Sort Mənim fikirlə ədədlərin hasillərinə görə. Yox. Uşaqlar, sort ikinci yerdə duranları bir növ vecinə almır, amma necə vecinə almır? Birinci uşaqlar, sortun 2D, yəni bu vector pair-də sort necə işləyir? İlk elementlərə əsasən sortlayır. Yəni belə sortlayır bu dəqiqə. Bunu sortlasa belə olacaq. 4 3 5 3 bir də 6 5. Aydındır? Yəni ilk elementlərin ardıcılığına əsasən sortlayır. Bir dənə run eləyək.
Müəllim, orada pushback yazmısınız Ona görə. Şübhəki düz yazmamışam ki. Müəllim, pubu yazmalısınız da, qısaltmısınız axı. Okey də pushback istifadə. Aa, o deyil. Yəni qısaltmısınız da, pushback Burası yazmısınız. birinci yazmışdım, ona görə idi problem. Ha, yo, o değildi. Burası sadece bayaq Murada bir şey görsəndə string yazmışdım nümunə olaraq. Ona görə problem verirdi. Baxın uşaqlar, 400, 500, 6, 5. Yəni ilk elementlərin ardıcılığına əsasən sortlanır bu. Aydındır? Amma uşaqlar, belə bir şey olsaydı, məsələn, 4, 6 olsaydı burada, sizcə bunların hansı birinci gələcəkdi? Yəni hansı daha kiçik olacaqdı? Bu yoxsa bu? Aha. Uşaqlar, əgər bunun ilk şeyləri bərabər olarsa, o zaman gedir ikinci elementləri müqayisə eləyir. Tamam, işləmə mexanizmi belədir. Yəni əgər ilk elementlər bərabərdirsə, onda ikinci elementləri nəzərən müqayisə eləyir və hansı daha kiçiksə o daha əvvəldə, hansı daha böyüksə o daha sonra da gəlir. Yeddi, 3, 7, 6, 7. Aha. Reverse uşaqlar sadəcə bunların ardıcılığını, yəni tərsdən olur da. Yəni məsələn 6 5 4 6 4 3. Yəni məsələn sortun tərsi olaraq. Yəni sortla reverse belə asandır. Sadəcə sortda Müəllim, bilinci. belə yazacağıq. Yəni buna aid suallarımız olacaq. Buna aid əslində o bayaq buradakı D sualı buna aid sualdır. Sadəcə indi baxmayacağıq buna. Çünki biraz uzun oldu fikirləşdiyimdən. İndi ehtiyac yoxdur. Onu açıq başdan öyrənərik. Yəni sualda baxarıq həllinə. Amma Müəllim, bu sualın həllin vektor pairləndir. Bunun nümunə şeyini verirəm sizə, ipucusunu verirəm. Çalışın yazın. Bu arada buradakı F sualı, buna da ipucu verəcəm, bunu da yazasınız. C sualı, buna da ipucu verəcəm. Bu üç dənə sualı ipucu müəllim verəcəm. F sualını niyə ipucu verirsiniz? F sualının var idi onsuz. Şes 3-də. F. Şes 3-dür də müəllim. Hədə yazmamısınız deyə ipucu verirəm. Müəllim, mən elə bildim ki, şes 4-ə falan baxırsınız. Yox. Ses 4 böyük ehtimalım olmayacaq. Böyük ehtimallı. Yoxsa olacaqdı. Olmayacaq. Keçən dəfə nə demişdim, olacaq yoxsa olmayacaq? Müəllim dedi son seçdi. Bu son sesli yoxsa bundan sonra dedim var. Mən bu sondur, bu sondur. Ha, bu sondur, məncə bu sondur. Okay. Sortla reverse aydın oldu hamıya. Bəli. Okay. Vector pair baxın buydu. Bundan artıq vector pairdə nəsə yoxdur. D sualı dediyim kimi vector pairdən istifadə edəcəksiniz. Yadınızda saxlayın. F sualında ipucu birinci sualın həllində daha doğrusu şərtini deyəcəm. Deyir ki, sizə birdən enə qədər ədədlər veriləcək. Amma bunların yeri qarışıq olacaq da. Deyir ki, siz bir dənə raundda kiçikdən böyüyə doğru ədədlər götürə bilirsiniz. Deyir, ümumi neçə raundda siz bu ədədlərin hamısını götürmüş olacaqsınız. Məsələn, burada ilk raundda sizcə hansı ədədləri götürə bilərəm? Bu arada buradan başlayıram, yəni növbə-növbə gedirəm. Məsələn, ilk raundda sizcə hansı ədədləri götürə bilərəm? Yəni 4-ü ötürə bilmərəm. 4-ü mütləq götürürəm indi hal-hazırda əlimə. 4-dən çoxalar getməlidir. 1-i götürə bilmirəm axı, 4-dən onda kiçilir. Artan olmalıdır. Yəni baxın uşaqlar, ilk raundda mən 4-ü götürdüm. Bunu götürdümsə artıq bundan sonra gələnlər 4-dən daha böyük olmalıdır. Deyirsiniz ki, bəs olar mən 4-ü götürməyim, 2-dən başlayım? Yox. Həmişə ilk elementdən başlayır raundumuz. 4 ilə 5-i ilk raundda götürə bilərəmmi? Burada baxaq. Baxın, ilk raundda 4 ilə 5-i götürdüm. Bunlar silindi. İkinci raundda 2-ni götürürəm. Sonra məcbur nəyə götürməliyəm? 3-ü götürməliyəm. Bu ikisi də silindi. Üçüncü raundda da gedirəm 1-i götürürəm. Sonra
Yo. Artan nə qədər varsa o qədər götürməlisən. Yəni məsələn belə bir şey olsaydı, məsələn burada bir 6 gəlsəydi, 7 gəlsəydi, sən ilk raundda gedib 4, 5, 6, 7-ni götürəcəkdin. Və bunlar sonra massivindən silinəcəkdi elə bil. Sonra buradan başlayacaqdın. Həmişə elə bil ən soldan başlayırsan, ən sol küncdən başlayırsan ədədləri yığmağa. Sual şərti aydındır hamıya? Təxmini. İpucu verirəm. Gələn uşaqlar. Mən buradakı 4-ə baxıramsa, mən hansı ədədi götürə bilərəm ancaq? Bax 5 nəyə görə verib mənə? 1-dən 5-ə qədər olacaq səndə ədədlər. Mən 4-ə baxıramsa, bundan sonra neçədən ədəd götürəcəyimi qərar verə bilərəm sizcə? Yəni bundan əvvəl bir ədəd yoxdur, düzdür? Mən həmişə ən soldakına baxacağam və ona əsasən müqayisə aparacağam. Bundan sağda 4-dən böyük neçə ədəd olduğunu qərar verə bilərəm. Yəni necəsə heç bu ədədlərə baxmadan deyə bilərəm ki, 4-dən sonra məsələn 4-dən böyük filan qədər element var. Onu necə deyə bilərəm sizcə? Aha, okey, amma sayı necə taparıq? Ay sağ ol, bax onu demək istəyirəm. Biz 4-ə baxırıqsa, 4-dən böyük neçəsən element var uşaqlar cəmi? 1-dən 5-ə qədər ədədlərin içərisində. Bir dənə var, düzdür? Onda o bir dənə 100% bunun içindədir. Artıq siz ilk raundda qərar verdiniz ki, sizin massivinizdən 2 dənə ədəd azalacaq. Gələn səfər 2-yə gələndə də eyni şey eləyəsiniz. 1-ə gələndə də eyni şey eləyəsiniz. Və belə-belə azalmalar gedəcək sizdə. Düşünərsiniz. İndi onu siz düşünərsiniz. Bunu o tərəfə demirəm. Sadəcə yəni məntiqi tutmağınıza görə dedim onu. C sualında isə deyir ki, uşaqlar, sizə müştərilərin gəlmə və çıxma saatları verilib restoranda. Yəni neçədə gəlirlər, neçədə çıxırlar. Məsələn, bir müştəri 5-də gəlib 8-də çıxıbdı. 2-də gəlib 4-də gedib. Deyir ki, indi eyni anda restoranda neçə dənə adam olacaq? Siz bunu tapmalısınız. Bunu da bu arada vektor pair ilə eləyə bilərsiniz. Amma necəni onu Yəni məncə vektor pair ilə də onsuz. vektor pair ilə də eləyə bilərsiniz, map ilə də eləyə bilərsiniz. Map ilə uşaqlar müştərilərin gəlmə və çıxma saatlarını qeyd eləyə bilərsiniz. Məsələn, 2-də gəlibsə, artıq bu mənə +1 veribdir. Yəni məsələn belə yadda saxlaya bilərsiniz. Siz indi buna necəsə gedib baxanda deyəsiniz ki, bu 1-dirsə, mənə artıq +1 müştəri gəldi. Bunun cavabı -1-dirsə, demək ki, 4-də məndə -1, yəni bir qədər müştərim artıq getdi. Bu da bir ipuculardan biri, kiçik ipucu. Aha. Deməli, ev tapşırığı. Ses 3, o dediyimiz suallar. Problems 4. Exam 10-u yazmayanlar və böyük ehtimalla sabah gün ərzində exam 11-i də qoyacam. Bir dənə də examiniz bazar günü olacaq böyük ehtimalla. Yəni bu dərsdən sonra 2 dənə exam sizi gözləyir yenə. Yəni exam 10-u yazanlardan. Yəni 11 və 12 gələcək, belə deyim. Ev tapşırığı əsas ses 3 və problems 4. Yəni bu ev tapşırığı bu ikisindən ibarətdir. Problems 4-ü bitirənlər təzə yarış atacağam, amma bitirməsəz atmayacağam. Başqa da hələ ki tapşırığım yoxdur. Olsa yazacağam. Ona baxarıq, görək nə olacaq. Mən balans 5 qoymam. Nəsə sıxılır artıq. Biraz daha maraqlı adlar olsun. Qorxu. Taparım maraqlı adlar. Siz əsas bu fokus olun. Bu ikisinə fokus olun və examini də unutmayın. 9, 10, 10-u yazmayanlar 10, 11, 12 onları gözləyir.
Yazanlar isə 11 və 12 gözləyir onları. Gələn Müəllim, dərs gəlin problems H xlor üstə gəl karbohidrat, nə bilim. təzə yarışın adını təzə yarışı qoyanda bir yerdə qərar ver. Hə. Bir dənə yarışma, Kimya bir dənə əlatlıq. təzə yarışı qoyanda hansı məsələn tutaq ki, exam ondan sonra təzə yarış gələcəksə, exam onda kim birinci olubsa yarışın adını o qərar verəcək. Müəllim əladır. Exam axırıncı son Sonra examda onda maksimum dərəcədə təfsir edirəm, siyahıta verin. Ən azından 30 son bal. examda kim birinci olubsa, o təzə yarışın adına qərar verəcək. İstədiyi adı qərar verəcək. Nə vaxt exam? Onu deyəcəm. Hər examı düşünün uşaqlar. Hər examdan sonra təzə yarış qoya bilərəm. Belə eləsəz mən hazır. Yəni bizdə Ruslan müəllim məsələn elə eləyirdi. Examların, daha doğrusu təzə yarışların adını qəribə adlar qoyurdu. Müəllim, siz neçə sesdə olanda onunla məşğul olmusunuz? Müəllim, ən çox bal yığan hələ sual, hələ ki oradakı yarışdakı sualları da özü deyir. Yox, əlbəttə, o qədər də yoxdur. Sadəcə yarış. Yoxsa homework bir yaş. Ruslan müəllimin neçə yaşı olar? Müəllimə həmişə baxıram, hələ də maraqlıdır. Yaşı niyə maraqlıdır? Bilmirəm, müəllim, sifətdən cavan da görsənir. Müəllim, söz deyə bilərəm. Yalandır zaten. Denə. Mən kurs kimi oxuyursunuz, magistr oxuyursunuz. Mən birinci kursum, bakalavr. Birinci kursuz. Gözləyir inşallah. Aha. Yox, o ona qərar verərik. Üçünüzün 3 dənə ad qoyarıq bitişik olar. Nəsə plusla falan belə bir şey qoyarsınız. Cəmi sən nə Müəllim, gözləyirdin? mən olsam adım qoyaram. Problems XXL Ultra Pro Max iPhone 17 Pro Max. Olsan qoyarsın. Yəni yox uşaqlar, yəni o qədər də böyük deyiləm. Yəni indi ikinci kursa keçsəm, yəni şey falan deyil də. Mən Çox qəribə deyə sizlə hardasa 4 yaş fərqiniz 1 var. milyon Hard Pro Max, 1 milyon iPhone, 15 milyon Pro Max. O daha yaxşıdır uşaqlar. Çox fərq olanda məncə maraqsız olur. Az fərq olanda səmimi orta. Zabitan, sən mənim riyaziyyat dəlim ol. Nə? Müəllim, informatika, fizika, riyaziyyat, informatika, yəni o məktəbdə riyaziyyatdan ən yüksək ballı əlaçı olmaq çox çətindir. Bu il mən olmuşdum. Ona görə də ürəyim Yəni etika çərçivəsində olarsa istədiyinizi qoya bilərsiniz. etika Yəni çərçivəsində. yəni Müəllim, onlar məsələn exam meymun, banan falan. yəni də bu heyvan və meyvə adı da yəni qoya bilərsiniz. Yəni da çox da etikanı pozmayaq, amma belə normal səviyyədə qoya bilərsiniz istədiyiniz şey. Sizə hə, yəni istədiyiniz bir şey qoya bilərsiniz. Ona görə həmin zaman Müəllim, baxar. yox, mən qoyacam problems C, M, C, A. Müəllim, bir dəqiqə. Və ona əsasən də examları ondan Müəllim, yazın. dərsdə kimsə yox deyə fikir vermisiniz. Muhammedlə Fatimə yoxdur. Kənddədirlər. Aha, qayıdırlar. Okey uşaqlar, yavaş-yavaş yekunlaşdıraq dərsimizə. Stress 3 problems 4 evə, examları unutmuruq, effortumuzu artırırıq. Başqa da etsən. Tamam uşaqlar. Nə Oldu sualınız olsa müəllim. yaza bilərsiniz. Müəllim 30-20 dəqiqə qalıb, maksimum dərəcədə baxmağa çalışın. Sağ olun uşaqlar. Sağ olun.